Windows əməliyyat sisteminin 3 dənə əsas komponenti var. Bunlar desktop, iş masası, pəncərənin aşağı hissəsində tapşırıqlar paneli, bir də start menyudur. Birinci bunlar haqqında məlumat verim. Deməli, başlayaq elə iş masasından. İş masası üzərində piktoqramlar yer alır. Bunlar nəyin piktoqramıdır? Faylın, qovluğun, bir də qısa yolun. Yəni, buradan proqramlara, fayllara, qovluqlara keçid üçün olan qısa yollar, sonra fayl və qovluqların piktoqramları yer alır. Deməli, ümumiyyətlə iş masasında nələr fayl, nələr qovluq, nələr qısa yoldur. Deməli, istifadəçi qovluqları sütunaya görə sarı rəngdə olur. Deməli, onlar istifadəçi qovluğudur. Amma bu işarə dəyişə bilir. Əgər piktoqramın sol aşağı küncündə, baxın bu qaydada, oxlar görürsünüzsə, bu deməkdir ki, bu nədir? Qısa yoldur, yəni shortcutdur. Bir də faylların piktoqramları isə istifadə edən proqramdan asılı olaraq dəyişir. Yəni, faylların piktoqramını biz dəyişmirik. Faylların piktoqramı hazırlandığı proqramdan, faylın tipindən asılı olaraq təyin edilmiş şəkil olaraq fərqlənir. Deməli, bunlar oldu belə. İş masasındakı obyektlərlə bağlı parametrləri tənzimləmək, ümumi iş masasının görüntüsü ilə bağlı parametrləri tənzimləmək üçün iş masasının kontekst menüsünə müraciət etmək lazımdır. İş masasının kontekst menüsündə yer alan əmrlər hansılardır? Sağ düymə ilə açılır ümumiyyətlə kontekst menü. Yəni, menyuya baxanda bu nəyin kontekst menüsüdür, hətta bunu belə bilmək lazımdır. Yəni, sən bu şəkli görürsənsə, bilirsən ki, bu iş masasının kontekst menüsüdür. Ən azından bu display settingsdən, yəni display sözündən tuta bilərsiniz ki, burada söhbət nədən gedir? Ekrandan, iş masasından gedir. Yəni, heç olmasa bu sözdən yadda saxlayın. İş masasının kontekst menüsündə birinci görəcəksən view əmrini. View əmrinin alt əmrlərindən ilk 3 əmr large, medium, small iş masası üzərindəki obyektlərin ölçüsünü, formasını təyin edir. Baxın, deməli iş masası üzərində obyektlərin sadəcə 3 dənə görünüş rejimi var. Large, medium, bir də small. Bir də burada 2 dənə belə əmr var. After arrange icon, align icon to grid. After arrange icon əmri pasiv olanda biz iş masasındakı obyektlərin yerinə mouse-la dəyişə bilirik. Sağa və ya sola. Amma after arrange icon əmri aktivdirsə, bütün obyektlər avtomatik sola düzləndirir. Bu halda sən mouse-la sağa yerləşdirmək istəsən belə bu mümkün deyil. Çünki sola avtomatik olaraq maqnit yaranır elə bil. Yəni sən sağa etmək istəsən də ancaq sola düzləndirilir. Bir də burada növbəti əmr isə to grid əmri. Bu isə tor xətlərə görə nizamlamaq üçündür. Əgər bu əmr pasiv olsa, sən obyektləri bu qaydada qarma-qarışıq formada yerləşdirə bilirsən. Baxın belə. Amma ki, sən gəlib burada to grid əmrini aktiv eləsən, bu tor xətlərə görə nizamlanacaq. Yəni, üfüqi və şarqılı istiqamətdə tor xətlərə görə nizamlanma avtomatik olur. Show desktop iş masasındakı obyektlərin görünməsini təmin edir. Əgər bu əmr pasivdirsə, ümumiyyətlə iş masasında element görünmür. Bu belə. Sonra gəldik sort by. 2025-ci ilin qəbul salı. Deyək, sort by nə deməkdir ümumiyyətlə? Sort by çeşidləmə, yəni sıralamaq deməkdir. İş masasındakı obyektlərdən söhbət gedirsə, iş masasındakı obyektlər 4 dənə parametrə görə sıralanır, nizamlanır. Name, size, type, bir də date modifier. Qəbul salı da belə idi ki, iş masasındakı obyektləri hansı parametrlərə görə nizamlamaq olar? Yəni, bu 4 dənə parametr iş masasına xasdır. Sonra refresh əmri yeniləmədir. Yeniləmə nə üçündür? Məsələn, biz qovluqda ümumiyyətlə bu File Explorer'də də var, iş masasında da var. Nəsə dəyişiklik elədik, yeni qovluq yaratdıq, qovluğun adını mı dəyişdik? Gördük, bu dəyişiklik nəzərə alınmadı. Nə edirik? Refresh əmrini icra edirik. Qısa yolu həmişə F5-dir. Sonra undo və read əmrləri. Burada niyə undo əmri aktivdir? Çünki ən son yerinə yetirilən əməliyyat move əməliyyatıdır və undo move deyərək bu əməliyyatı ləğv elədim. Bərpa eləmək istəyirəmsə, bu zamanda görürsən redo gəlir. Redo isə ləğv ediləni bərpa edir. Sonra new yeni obyekt, fayl, qovluq və ya shortcut qısa yol yaradır. Gəldik settingsə. Display settings ümumi parametrləri tənzimləyir. Ekran parametrlərindən söhbət gedir. Brightness and color bölməsindən. Burada parlaqlıqdır, gecə rejimidir, bunlar tənzimlənir. Scale and layout bölməsindən. Miqyas tənzimlənə bilər. Ondan sonra ekranın belə deyim, piksellərin əks olunma rejimlərini təyin edə bilərsən. Display orientation ekran istiqamətidir. Bunu da əzbərdən bilmək lazımdır ki, ekran hansı istiqamətdə ola bilər.
Landscape rejimi var, portrait rejimi var. Bir de bunların landscape flipped, bir de portrait flipped versiyaları var. Landscape nədir? Hal-hazırda gördüyün albom görünüşüdür. Flip isə bu albom görünüşünün başı aşağı olan versiyadır. Yəni tərs dönmüş versiyasıdır. Yəni bu da nə vaxt lazım olur? Planşet rejimində lazım olur. Hansı ki, planşet rejimində biz 360 dərəcədə ekranı döndərə bilirik. Yəni monitoru qatlaya bilirik klaviaturanın əks tərəfinə. Bu halda bu rejim bizə lazım ola bilir. Adi telefonlarda avtomatik döndərilmə mi var? Sən telefonu istədiyin kimi döndərirsən, görüntü də ona uyğun dönür. Yəni bu da bir növ ona oxşur, sadəcə kompüterdə bunu avtomatik eləmirik, özümüz əl ilə təyin eləyə bilirik. Ondan sonra deməli display orientation, yəni iş masasının 4 dənə səmtləşmə rejimi var. Landscape flip, bir də portrait flip. Buradan da bu qədər. Deməli yoldaşlar, bu ekran parametrləri oldu. Sonra burada personalize bölməsini görəcəksən. Personalize bölməsindənsə biz ümumi nə ilə bağlı? Deməli, arxa planla bağlı, rənglə, temalarla bağlı, kilit ekranla bağlı, start menü, tapşırıqlar paneli və şriftlə bağlı deməli dəyişikliklər, parametrlərin tənzimlənməsi əməliyyatını apara bilər. Onu birazdan ətraflı danışacağım. Bir də burada terminalda açın. Opening terminal əmri var. Bu nə üçündür? Deməli, biz kompüterdəki əməliyyatları həmçinin klaviaturadan da idarə edə bilirik. Və əmrə müraciət edəndə Windows PowerShell açılır və buradan klaviaturadan daxil edilən kodlar hesabına deməli idarə əməliyyatı icra edilə bilir. Sonra Show More Options-a əlavə Windows 10-da olan kontekst menüyə qayıtmaq üçündür. Burada da yenə eyni əmrlər yer alır deyə mən təzədən bir də tək-tək danışmayacağım bu haqda. Sadəcə fikir versəniz, burada paste əmri aktivdir. Çünki mübadilə buferində nəsə yoxdur. Yəni mübadilə buferi boşdur. Yəni paste'in passiv olmasının səbəbi bundan ibarətdir. Keçək tapşırıqlar panelinə. Normalda mən tapşırıqlar panelini bir saata danışıram, amma indi yığcam danışıram. Çünki ən azından tapşırıqlar panelini artıq müəyyən qədər tanıyırsınız. Sizə də demişdim, oxuyub qoşun. Deməli, tapşırıqlar paneli, baxın, bu özdə qeyddir. Hətta qeyd kimi yadınızda saxlaya bilərsiniz. Windows 11 əməliyyat sistemində tapşırıqlar paneli ekranın ancaq və ancaq aşağı hissəsində ola bilər. Yəni, solda, sağda, yuxarıda, mərkəzdə, diaqnal istiqamətində ola bilməz. Yəni, ancaq harda olur? Aşağıda olur. Tapşırıqlar panelində sol tərəfdə, deməli, widget bölməsi var. Burada nə edə bilirdik? Günlük planlamaları eləyə bilərik və yaxud da maraq dairəmizə uyğun xəbərləri seçib izləyə bilərdik. Ondan sonra ortada Start menünün düyməsini görəcəksən. Bu da Windows-un əsas komponenti olan Start menüyə keçir. Sonra Search axtarış edir. Burada qısa yolları yadınızdadır ki, əzbərləməliydik. Search-ın qısa yolları hansılar idi? WinQ bu kitabda yox idi özdə. Bir də WinS-dir və WinQ və yaxud da WinS-dir. Hər ikisi eyni pəncərəni açır. Sonra gəldik Task View düyməsinə. Task View ilə bağlı da qəbula da suallar düşür. Ondan sonra testimizdə də kifayət qədər sual var. Bu rejimə keçid edəndə belə bir sahə açılır. Ümumiyyətlə Task View nədir? Çox tapşırıqlar rejimi deyilir bu rejimə. İstifadə məqsədi nədir? Bir neçə yeni iş masası yaradıb, o iş masaları arasında keçid eləmək və o iş masalarında aktiv olan proqramları idarə etmək üçündür. Bu da necə olur? Məsələn, mən tutalım bu iş masasında Word açdım. Yəni, bu birinci iş masamdır. Keçirəm Desktop 2-yə. Desktop 2-də Word açıq deyil, çünki bu yeni bir iş masasıdır. Burada gəlirəm, məsələn, PowerPoint açıram. Yəni, fərqli iş masalarında fərqli proqramlar açmağa imkan verir mənə. Proqramları idarə etmək deyərkən nəyi nəzərdə tuturam? Yəni, istəsəz bu proqramları bağlaya da bilirsiniz. Yəni, Desktop 2-dən də gəlirəm, PowerPoint-i bağlayıram. Bu belə. Ondan sonra həmçinin biz bu iş masalarını New Desktop deyirik, yeni iş masaları yarada və yaxud da üzərsaq küncündə olan bu close əmri ilə iş masalarını ləğv eləyə bağlaya bilərik. Və bunların, bu dediklərimizin hər birinin də öz qısa yolu var. Əgər klaviaturadan Win Control Desksa, yeni desktop yaradılar. Zaten oradakı desktopdan götürülüb. Win Control F4 desən, yaratdığın iş masası ləğv ediləcək açıq olan iş masası. Bir də
Win Control sağa sola olsa bu iş masaları arasında keçid etmək üçündür. Bir də hər yeni iş masası sənə imkan verir ki, fərqli iş masasına fərqli background, yəni fərqli ekran şəkli əlavə edə bilərsən. Məsələn, mən gəldim bu iş masasına, bu ekran şəklini verdim. Baxın belə. Artıq bu iş masasının ekran şəkli dəyişəcək. Deməli, istədiyim şəkli. Deməli. Bu qaydada dəyişə bilərəm. Yəni, fərqli iş masalarına fərqli arxa plan, fərqli ekran şəkli verməyin də mümkün. Və beləliklə də biz task view rejimini öyrəndik. Bu rejimə keçid eləmək üçün isə Win Tab düymələr kombinasiyasına müraciət edirik. Sadəcə bir məsələ var ki, Win Tab ilə Alt Tabı qarışdırırlar tələbələrimiz. İndi gəlin fərqinə baxaq. Win Tab sıxanda açılan sahə belədir uşaqlar. Aşağı hissədə desktoplar, iş masaları, yuxarı tərəfdə isə həmin iş masalarında, yəni uyğun olaraq seçilmiş iş masasında aktiv olan proqram pəncərələri görünür. Bir də var, Alt tab sıxılsın. Bu zaman isə sadəcə aktiv pəncərələri görürsən ekranda. Baxın, sırf aktiv pəncərələri görə bilirsən. Və Alt tab sənə imkan verir ki, bu pəncərələr arasında keçid də eləyəsən. Ona görə Alt tab nə üçün istifadə edilir deyəndə, aktiv pəncərələr arasında keçid eləmək və yaxud da aktiv pəncərələrə baxmaq üçün istifadə edilir fikirləri hər ikisi doğrudur. Win tab task view-dur, Alt tab isə açıq pəncərələr arasında keçid kombinasiyası. Bunlar ikisini bu qaydada bir-birindən ayırır. Ondan sonra keçək iş masası üzərində aktiv olan proqramlar. İş masasında, ümumiyyətlə iş masası deyil, yəni kompüterdə aktiv olan proqramlar, sənin aktivləşdirdiyin proqramlar. Deməli, vəziyyət tapşırıqlar panelində əks olunur. Bəs bunu necə fərqləndirə bilərik? Əgər proqramın aşağı tərəfində xətt varsa, bu proqramın aktiv olduğunu göstərir. Bir də bərkidilmiş proqramlar var. Məsələn, burada məndə Word ilə PowerPoint tapşırıqlar panelinə bərkidilib. Bunu hardan tutursan? Yəni, altında belə deyim, xətt yoxdur. Proqram açıq deyil, amma tapşırıqlar panelinə bərkidilib. Bərkitməyin də biz əsas 2 yolunu öyrənirdik. Yəni, bu şəkildə mouse'un sol düyməsi ilə sürükləmək ki, ən rahat yol əslində elə budur. Bir də növbəti bir üsulumuz nədir? Deməli, proqram üzərində sağ düymə sıxaraq açılan kontekst menüsündən Pin to Task var deyə bilərsən. Bu halda da tapşırıqlar panelinə bərkitmək olar. Ləğv etmək istəyirsənsə, unpin deyərək ləğv edə bilərsən. Bir də iş masası, ümumi olaraq tapşırıqlar panelində bu proqramlara keçid etmək, bu proqramları açmağın rahat yolu da onların sıra nömrəsi də baxmaqdır. Məsələn, Magnifier birincidir, Word ikincidir, File Explorer ikincidir, PowerPoint 4-dür, Excel-də 5-dir. Mən uyğun olaraq, məsələn, klaviaturadan Win5 tutan avtomatik Excel açılır. Niyə? Çünki tapşırıqlar panelində ardıcıllıqda 5-ci proqram Excel-dir. Onda Windows sıxsam nə açılar? PowerPoint açılacaq. Çünki baxıram ki, 4-cü proqram nədə PowerPoint-dir. Bu arada bu say sadəcə proqramlara aiddir. Baxın, heç task view-nu saydımmı? Xeyr. O proqram olaraq sayılmır. Amma proqram hardan başlayır? Magnifier'dan. Oradan saymağa başladım. 1, 2, 3, 4, 5 belə. Sonra sağ tərəfə baxsanız, burada hidden icon gizlədilən elementləri görə bilərsiniz. Sonra klaviaturadır, touchpad düyməsidir, dil panelidir, bunları görə bilərsən. Ondan sonra belə bir sahə var. Buradan da Quick Settings bölməsinə keçid edilir. Quick Settings parametrlər sürətli tənzimlədiyimiz sahədir. Bu Quick Settings hissəsinin qısa yolu isə klaviaturadan nə idi? Deməli, Win-A-dır. Win-A. Sonra son olaraq son sahə isə Notification Center bölməsinə keçid edilmək üçündür. Bu hissə isə bildiriş oblastı adlanır. Buradan biz nə edə bilərik? Bildirişlərə baxa bilərik, bildirişləri səssiz ata bilərik, yəni kalendara baxa bilərik, bu məqsədlə istifadə edə bilərik. Bunun klaviaturadan qısa yolu isə Win-N-dir. N hərfi. Win-N. Və buradan da belə. Son olaraq tapşırıqlar panelinin sağ küncündə üstünə gələndə görünən bir düymə var. Düymə adlanır Show Desktop. Deməli, bu düyməyə klik eləyəndə isə
iş masası görünür. Yəni ola bilər ki, səndə hal-hazırda proqramlar aktiv olsun, amma sən iş masasına baxmaq istəyirsən. Bu zaman Show Desktop-a klik eləyəndə nə baş verir? İş masası görünür. Və aktiv olan proqramlar tapşırıqlar panelinə bükülür, yəni məsələlər panelinə düşür. Yenidən klik eləsən isə yenidən geri gəl. Bunun klaviaturadan qısa yolu WinD-dir. Və yaxud da WinM də ola bilər. Çünki WinM də bütün pəncərələri minimalize edir, yəni tapşırıqlar panelinə yığır və nəticədə yeni iş masası görünə bilir. Suala bəzən düymənin adını falan demirlər, belə deyirlər. Deyirlər tapşırıqlar panelinin sağ küncünə klik eləyəndə nə baş verir? Sən burada düşünməlisən. Tapşırıqlar panelinin sağ küncü nədir? Sağ küncündə nə var? Nə demək istəyir? Yəni sağ küncündə düymə var, Show Desktop. Yəni onu nəzərdə tutur. Ona klik eləsən nə baş verər? Bu zaman aktiv pəncərələr məsələlər panelinə, tapşırıqlar panelinə düşür və sən iş masasını avtomatik olaraq görə bilirsən. Yəni bu məqsəd üçün istifadə edilir. Bir də keçək tapşırıqlar panelinin kontekst menü və parametrlərinə. Tapşırıqlar panelinin kontekst menüsü də yenə sağ düymə ilə açılır. Burada elə çox əmr yoxdur, cəmi 2 əmr var. Task Manager və Taskbar Settings'dir. Task Manager'də hər dərs sizdən bir ümid soruşuram ki, nədir? Cavab almıram, amma hər dəfə də izah edir. Yenə izah edirəm. Task Manager proqramına keçid üçün istifadə edilir bu əmr. Və Task Manager proqramı açılan elə birinci sahədən biz aktiv olan proqramlara baxaq və lazım gəldikdə bu proqramları avtomatik olaraq End Task deyərək bağlaya bilərik, yəni tapşırıq sonlandıra bilərik. Bu da xüsusilə kompüterdə donma olanda müdaxilə etməyə imkan verir. Sonra performans hissəsinə isə prosesorun əməli yaddaşın hissəsi vəziyyətinə baxa bilərik. Yəni necə hal-hazırki durumda necə istifadə edildiyinə baxa bilərsən. Məsələn, memory hissəsindən əməli yaddaşa baxırsan. Əməli yaddaşın ümumi tutum məndə 7,8 GB istifadə edilən 6,3 GB-dır. Yəni bu qaydada baxa bilərsiniz. Ümumiyyətlə Task Managerində 2 dənə klaviatura qısa yolu var. Bu da çox vacibdir və Windows 11-dən dövlət qulluğunun qəbulunda da istifadə edilmişdir. Bunlar hansılardır? Klaviaturadan deməli Ctrl, Shift, Escape də sıxa bilərsən. Escape bir də Ctrl, Alt, Delete də sıxa bilərsiniz. Deməli bu qısa yolla keçid etmək mümkündür. Deməli, keçək Taskbar Settings'ə, bu isə tapşırıqlar paneli parametrlərini tənzimləyir. Tapşırıqlar panelini çalışın sistemli şəkildə başa düşəsiniz. Məsələn, burada Taskbar Items var. Burada 3 dənə elementdən bağlı. Search, Task View və Widget düyməsi ilə bağlı tənzimləmələr eləyə bilərsən. Bax, Search, axtarış düyməsi ilə bağlı, onun görünüb-görünməməsi və yaxud da hansı qaydada görünməsi ilə bağlı tənzimləmələr aparmaq üçündür. Yadınızda saxlayın ki, Search düyməsinin tapşırıqlar panelində 3 dənə bir görünüş forması var. Search Icon Only sadəcə piktoqram kimi, Search Icon and Label piktoqram və ad kimi, bir də axtarış qutusu kimi göstərə bilərsən. Hide deyirsən, tamamilə gizlədilər. Sonra Task View düyməsini gizlədib göstərə bilərsən. Həmçinin buradan on-off deyərək widget düyməsini gizlədib göstərə bilərsən. Buradan sual necə düşür ümumiyyətlə? Məsələn, tutalım, buranın şəklini bu qaydada ses verir və belə ekran şəkli verir. Deyir ki, doğru fikri, doğru olmayan fikri müəyyən edir. Məsələn, fikir yazır. Deyir ki, Task View tapşırıqlar panelində görünür. Bu zaman qarşısına baxırsan ki, ofdur. Yəni, görünmür. Ona görə də səhv fikirdir. Məsələn, deyir, axtarış qutusu tapşırıqlar panelində axtarış qutusu kimi görünür. Bu da səhv fikirdir. Çünki icon only yazılıb. Yəni sadəcə piktoqram kimi görünür. Yəni sən bu sağ tərəfdəki uyğun parametrə baxaraq sualın düzgün olub-olmadığına cavab verə bilirsən. Yəni baxmalı olduğunuzsa bu buradır. Taskbar Items'dən bu qədər. Gəldik Tray Icon bölməsinə. Burada da cəmi 3 dənə parametr var. Emergent More düyməsinin göstərilməsidir. Bunun da 3 rejim var. Never deyib heç göstərməyə bilərsən. While typing deyərək lazım olan da ekrana çıxmasını təmin edə bilərsən. Bir də always deyib hər zaman göstərə bilərsən. Bunun da qısa yolu isə bu düyməni birbaşa açmaq üçün. Klaviaturadan Win və nöqtəni sıxırsan, bu zaman belə bir sahə açılır.
Emoji bölməsi. Buradan belə istifadə edilir. Sonra pen menü qələmin görünüb görünməməsini təmin edir işarəsinin. Bir də touch keyboard var. Bu isə ekran klaviaturasının nə vaxt görünəcəyini təmin edir. Never deyib heç vaxt göstərməyə bilərsən. Always deyib hər zaman göstərə bilərsən. Və no keyboard attack deyə bilərək deməli sadəcə klaviatura qoşulmayanda görünsün istəyə bilərsən. Other system tray icons əlavə sistem düymələri ilə bağlı parametrləri tənzimləyir. Bu hidden icons bölməsində olan parametrlərdir. Sonra taskbar behaviors, tapşırıqlar paneli davranışları. Burada da vacib əmrlər yer alır. Və buranın da şəklini salıb rahat suallar verə bilər. Məsələn, elə alignment bölməsinə baxaq. Tapşırıqlar panelində iki formada düzləndirmə var. Gəlin görək hansılardır? Center və left. Hal-hazırda Center tətbiq edildiyindən sən start menü var, digər piktogramları ortada görürsən. Əgər mən left desəm, bu Windows 10-dakı kimi solda görəcəm piktogramları və start menü düyməsini. Sunaya görə Center. Sonra automatically hide the taskbar. Bu əmrlə bağlı çox önəmli bir dənə detal var. Məsələn, bu əmri icra edəndə nə baş verir? Tapşırıqlar paneli gizlədilir, amma müvəqqəti gizlədilir. Niyə? Yəni, mouse sol düyməsində bu hissəyi gətirəndə avtomatik olaraq tapşırıqlar paneli görünəcək. Yəni, davamlı gizlədilmə yoxdur tapşırıqlar panelində. Automatically hide taskbar müvəqqəti gizlədir. Testdə iki variantın ikisini də salır. Davamlı gizlədilmə, müvəqqəti gizlədilmə. Bizim seçməli olduğumuz cavab müvəqqəti gizlədilmədir. Show badges on taskbar bölməsində nələr təyin edilir? Deməli, bu hissədə biz məsələn, tapşırıqlar paneli üzərində proqramlar olur. Proqramların bəzilərinə bildirişlər gələ bilir. Məsələn, WhatsApp, Instagram, Telegram kimi. O proqramların üzərindəki bildiriş nişanlarının görünüb görünməməsini təmin edir. Sonra flashing on taskbar apps bu nə deməkdir? Tapşırıqlar panelindəki proqramlar əgər səndən hər hansı bir hərəkət gözləyirsə, bu zaman yanıb sönmə funksiyası aktivləşir. Məsələn, tutalım bu şəkildə Word-də bir neçə proqram açıqdır. Nəysə, tapşırıqlar panelinin bunları. Məsələn, mən gəlirəm, buradan close all window deyirəm. Bu zaman görürsünüz Word yanıb sönür. Niyə? Çünki mən Word-də bayaq sənəd üzərində işləmişdim və onu save eləməmişdim. Ona görə görsəm Word yanıb sönür. Yəni, məndən hərəkət gözləyir. Mən də buradan don't save deyirəm, bağlayıram, çıxır gedir. Yəni, flashing deyəndə bu effekt nəzərdə tutulacaq. Sonra bu iki əmr var. Show my taskbar all display. Bu çox monitorlu rejimlə bağlı parametrdir. Yəni, çox monitorlu rejimlə tapşırıqlar panelinin bütün monitorlarda görünməsini təmin edəcək. Share any window from my taskbar. Bu, onlayn dərslərdə Zoom, Teams kimi proqramları istifadə edərkən ekran paylaşımını tapşırıqlar panelindən idarə etməyə imkan verir. Bir də bu sağda Show Desktop düyməsi var tapşırıqlar panelinin. Əslində bunu dedaktiv eləmək də mümkündür. Əgər bu əmr passivdirsə, bu zaman biz mouse'un sol düyməsini tapşırıqlar panelinin sağ tərəfində klikləsək, heç bir hadisə baş vermir. Hətta bunu da deyə bilər. Məsələn, mən şəkil salıb, deyə bilər ki, tutalım. Verilmiş şəkil fraqmentinə əsasən doğru fikirləri müəyyən edib, son yazılı variantda dedi ki, mouse'un sol düyməsini tapşırıqlar panelinin sağ küncündə sıxsaq, aktiv pəncərələr tapşırıqlar panelinə, məsələlər panelinə düşər. Deyəcəksən ki, nə əlaqə bu fikirlə buradakı şəklin? Əslində əlaqəsi bu əmrlə bağlı. Əgər bu əmr aktivdirsə, dediyi fikir düzdür. Əgər passivdirsə, deməli, tapşırıqlar panelinin sağında heç o düymə görünmür. Görünmədiyi üçün də, yəni nəsə əməliyyat da icra olunmayacaq ora klik eləyəndə. Sonra Command Taskbar Buttons. Bu da vacib bir əmrdir. Tapşırıqlar butonu üzərində düymələrin qruplaşdırılmasını təmin edir. Qruplaşdırma da 3 rejimdə var. Always, When Taskbar is full, bir də Never. Gəlin bunların fərqinə baxaq ki, bu nədir? Məsələn, mən gəlirəm Word-də bir neçə fayl açıram. Amma tapşırıqlar panelində cəmi bir dənə Word işarəsi görürəm. Səbəb nədir? Deməli, aktiv pəncərələr bir düymənin üstündə, bax 3 dənə pəncərə bir düymənin üzərində qruplaşdırılıb. Maksimum nə görə bilərəm? Düymələrin üst-üstə olduğunu görə bilərəm ki, burada başa düşürəm ki, üst-üstə pəncərələr var.
Amma nəticə itibarilə bir piktoqram üzərində qruplaşdırılıb. İndi gəlin buradan when task is full əmrini icra edək. Bu sadəcə tapşırıqlar paneli dolu olanda qruplaşdırma edir. Məsələn, hal-hazırda tapşırıqlar paneli dolu deyil deyə ayrı-ayrı piktoqramlar şəklindədir. Amma mən gəlib artıq bir neçə proqram açmaq istəsəm, bu zaman tapşırıqlar paneli dolacaq. Dolacağı üçün də avtomatik qruplaşdırma baş verəcək. Bir də bu rejimdə aktiv olan pəncərələrin hamısını görürsünüz, yanında proqramların adları əks olunur. Yəni pəncərənin adı əks olunur. Ona görə də bu rejim həmçinin pəncərələrin adlarının göründüyü də bir rejimdir. Bir də son olaraq nev əmri var. Bu əmr nə üçündür? Bu əmr aktiv olanda, yəni tapşırıqlar paneli dolu olsa qruplaşdırma heç bir halda baş vermir. Yəni beləliklə burada da bitdi işim. Sonra bir də növbəti əmrimiz show smaller tasklar var. Bu isə tapşırıqlar paneli butonların ölçüsünün kiçildilməsi ilə bağlı rejimlərdir. Always deyib hər zaman butonların ölçüsünü kiçik göstərə bilərsiniz. Baxın, çox kiçildir. When task is full deyəndə sadəcə dolu olanda kiçilsin. Never deyəndə isə ümumiyyətlə kiçilməsinin qarşısını ala bilirsən. Yəni, tapşırıqlar panelinin o qəliz görünən parametrləri sadəcə bunlardır uşaqlar. Əslində, biraz da başa düşsəniz, heç bir problem qalmayacaq burayla bağlı. Sonra tapşırıqlar panelini də yekunlaşdırmış olduq. Keçək start menyuya. Start menyunun açılmasının 3 dənə üsulu var. Bunlar hansılardır? Bu da qəbula düşüb sual kimi. Deməli, start menyu üzərində mouse'un sol düyməsinə bir dəfə start menyu düyməsi üzərində klik edə bilərsən. Ya da klaviaturadan qısa yollarımız var. Bunlar hansılardır? Ctrl Escape, bir də Windows düyməsi var, Win düyməsi. Bunu sizi çaşdırmaq üçün Start düyməsi yazırlar. Start adlı düymə yoxdur. Düymənin adı Win düyməsidir. Bu Windows'un logosu olan düymədir. Bu iki düymə ilə də biz Start menüünü ekrana çıxarda bilərik. Start menyunun indi görünüşünə baxaq. Start menyuda əsas hissələr hansılar? Yuxarıda search axtarış üçündür. Bin bərk edilmiş proqramları göstərir. Recommend təklif edilən proqramları və faylları göstərir. Deməli, pin bölməsində all desək, biz ümumi bütün proqramlara baxa bilərik. Burada istənilən hərfi üzərində klik edəndə belə əlifba açılır. Buradan hansı hərfə klik etsən, həmin hərflə başlayan proqramları daha sürətli tapa bilirsən. Sonra recommend bölməsinə də more deyərək daha çox istifadə edilən fayllara baxa bilərsiniz. Yəni son istifadə edilən fayllara baxmağa imkan verir bu qaydada. Sonra yoldaşlar. Burada istifadəçi adı görəcəksiniz. Bu istifadəçi ilə bağlı parametrlər tənzimli. Sonra sağ aşağı küncdə qovluqlar görəcəksiniz. Bu istifadəçinin təyin etdiyi qovluqlardır. Start menyuda görünə bilən. Bir də gəldik power düyməsinə. Yenə önəmli bir hissə. Deməli, birinci əmrimiz vasitəsilə kompüteri kilit ekranına qaytara bilərik. Bu sönmə deyil, sadəcə kilit ekranına qayıdırsan. Qısa yolu Win-L ilə adından tutmaq olar. Select enerjiyə qənaət rejimində. O zaman ekran işıqları müvəqqəti sönür, amma kompüterdə düymənin və yaxud da masanın hərəkəti ilə kompüter öz işini yenidən bərpa edə bilir. Shutdown kompüterin söndürülməsidir. Söndürülmə prosesi ümumiyyətlə nədir? Sən kompüterə, əməliyyat sisteminə əmr verirsən sönməklə bağlı. O zaman əməliyyat sistemi bütün aktiv olan proqramları bağlayır, daha sonra əməliyyatları dayandırır və kompüteri söndürür. Restart isə yenidən başlatmadır. Yəni kompüter ilə biz sönüb, təzədən əməliyyat sistemi yenidən yüklənir, yenidən işə düşür. Sonra gəldik son olaraq Hibernate əmrinə. Hibernate əmri haqqında kitabda məlumat yoxdur, amma testdə sual var. Baxın, bəlkə kitabda da məlumat yoxdur. Mən elə bir özüm yazanda yazmışdım. Yox, mən yazmışam bu səni, məncə qeyd eləmişdim. Deməli, Hibernate nədir? Deməli, Hibernate rejimində kompüter sönür. Sadəcə olaraq sönmədən qabaq, əməliyyat sistemi bu aktiv proqramları sərt diskdə, yəni xarici yaddaşda, belə deyim, yadda saxlayır. Sonra proqramları bağlayır, kompüter söndürür. Sonra sən kompüteri yenidən açanda, görürsən ki, proqramlar hansı vəziyyətdə qoymuşdunsa, o vəziyyətdə ekrana çıxır. Yəni, tənbəl dostu bir əmrdir. Yəni, proqramları bağlamadan və geri qaydanda olduğu kimi tapmaq üçün istifadə edə biləcəyin
belə deyim, bir rejim. Bu da belə uşaqlar. Start menünün özü gördüyünüz kimi elə də qəliz, ümumiyyətlə qəliz deyil. Bir də start menünün parametrləri var. Bunun üçün də yenə settings'ə müraciət edirəm. Settings'dən bizə lazım olan isə personalizdir. Çünki start menü və tapşırıqlar paneli parametrlər buradaydı. Biz taskları keçdik, indi starta baxaq. Birinci layout var. Layout sözün mənası nə idi düzən? Yəni start menyuda daha çox pin edilmiş proqram və yaxud da daha çox təklif edilən proqram görməyə imkan verir. More pin deyərək daha çox pin edilmiş proqram, more recommend deyərək daha çox təklif edilən proqram, default deyərək isə hər ikisindən sistemdə təyin edilmiş vəziyyətə uyğun qədər element görə bilərsiniz. Sonra show recently added, tərcümədən bunları rahat tutacaqsınız. Son əlavə edilən proqramları göstərir. Most used test istifadə edilən proqramlardır. Sonra burada jump list nə deməkdir? Məsələn, mən Word-ün kontekst menüsünə gələndə Word-da son açılan faylları görə bilirəm. Nə bilim, Excel kontekst menüsünə gələndə Excel-də son açılan faylları görə bilərəm. Bu son açılan faylların göründüyü bu siyahıya jump list, keçid siyahısı deyilir. Bunun görünməsinin səbəbi bu əmrdir. Sonra burada belə. Sonra folder bölməsi. Buradansa start menüsü aşağı küncündə hansı qovluqları görə biləcəksənsə, onları seçə bilirsən. Ha, bu arada daha salam sağol adlı qovluğunu da ora bəlkə də bilməzsən. Sadəcə sənə burada verilən təkliflər əsasında, yəni sənə təklif verir ki, yəni sən bu qovluqları ora bəlkə də bilirsən, sən də özünə uyğun seçirsən buradan qovluqları. Yəni burada verilmiş qovluqlar arasından seçərək start menünün sağ küncündə görünməsini əks etdirə bilərsən. Buradan da start menüdən də bu qədər. Bir də start menünün kontekst menüsünə baxaq. Kontekst menüsü bu qaydadadır. Bu əmrlərin çalışın adlarını əzbərləyin. Mən burada tək-tək sadalamağımın bir mənası yoxdur. Bilin ki, buradakı əmrləri əzbərləmək lazımdır. Xüsusilə burada task managerə, sonra file explorerə, search-ə, run proqramına keçid var. Hətta burada desktop var. Bu da show desktopun gördüyü işi görür. Yəni neyini? İş masasının görünməsini təmin edir. Yəni bu da belə uşaqlar. Sonra burada da yenə sleep, hibernate, shutdown, sonra restart əməliyyatlarını siz startın özündən də edə bilirsiniz. Kontekst menüsündən də icra edə bilərsiniz. Bu da bu qaydada. Hətta task managerə deməli biz tapşırıqlar panelinin də start menünün də kontekst menüsündən keçid edə bilirik. Və start menü haqqında, kontekst menü haqqında da bir dənə qeyd verim. Bu da qısa yolla bağlıdır. Normalda bütün obyektlər üçün ortaq kontekst menü açma üsulu obyektin üzərində sağ düymə ilə klik etmək üçündür. Start menüdə də. Yəni mən start menü üzərində sağ düymə klik edərək kontekst menü aça bilirəm. Amma start menünün özünə xas olan sırf kontekst menü düyməsi var. Bu isə WinX-dir. WinX. Bu kombinasiya sadəcə start menünün kontekst menüsünü açmaq üçün istifadə edilən bir kombinasiyadır. Bu da belə yoldaşdır. Beləliklə start menünü də yekunlaşdırmış olduq. Yəni sənin hal-hazırda yekunlaşdırmış olduğun nədir? Windows'un əsas komponentləri ilə işimiz bitdi. Bura qədər hər şey qaydasındadırmı? Müəllimə bir söz soruşum. Bəli, buyurun. Bir söz soruşum. Start menünün açılması mouse'un sol düyməsi ilə də olurdu da. Deyəsən elə bir şey də demişdiniz siz. Yəni start düyməsi üzərində mouse'un sol düyməsi ilə klik etmək. Yəni tapşırıqlar panelində düymə var. Bir açılma özümdə qeyd eləmişdim. Siz baxdım ikisini dediniz. Deyirəm bəlkə mən onu səhv qeyd eləmişdim. Dedim axı, dedim start menü düyməsinə klik eləyə bilərsiniz. Yəni tapşırıqlar panelindəki start menü əmrinə. Bir də iki dənə qısa yol var. Ctrl Escape-dən Win düyməsi. Oldu üç dənə. Orada run var idi ya. O standart proqram deyil də, düzdür? Yox, standart proqramdır. Onu biz quraşdırmamışıq ki, Windows-la bərabər quraşdırılır. Ona görə standartdır. Qısa yolda WinR-də proqramları sürətli işə salmaq üçündür. Deməli, nəzr necə aktivləşdirə bilərsən? Settings-də
Güc parametrlərindən girib tənzimləmə aparmaq olar. Buradan. Buradan sistemdə power and bateriya bölməsinə keçid edib aktivləşdirə bilərsiniz. Sonra Müəllimə, sual verə bilərəm. hayır Nuri, suallarınızı gözləyirəm onsuz da. Müəllimə, hibernit deyəndə biz kompüteri sönmüş sayırıq, yəni Sayırıq. ekranı sönmüş sayırıq. Sayırıq, bəli. Bir də ki, restartla hibernitin oxşar cəhəti proqramların olduğu kimi qalmağıdır. Restartda olduğu kimi qalmır ki, restartda bağlanır, əməliyyatlar sonlandırılır, təzədən yüklənir. E, Onda Slip'lə Hibernate'in oxşar cəhəti var da. Əslində Sliplə Hibernate-dən də Shutdown-da oxşarlıqlar var. Sliplə Hibernate-in oxşar cəhəti hər ikisində aktiv proqramlar xarici yaddaşda yadda saxlanılır. Hibernate və Shutdown-un ortaq cəhəti isə hər ikisində də kompüter sönür. Yəni Hibernate Slipdən Shutdown-un müsbət xüsusiyyətlərini, hər ikisinin sizə lazım olan xüsusiyyətlərini özündə birləşdirir. bəs restartla hibernitin oxşar cəhəti var, yoxsa ümumiyyətcə yoxdur? Restart yenidən kompüteri işə sal. Bildim, tamam. Sonra burada Task Manager haqqında tam olaraq o 50 dedik kilit ekranına qaytarır kompüteri. Bilmirəm zoomda ötürülürmü bu sizə? Kilit ekranına qayıdır. Sonra Task Manager'də nəyi nəzərdə tutursunuz? Nəyi izah edin? Kimsə Task Manager soruşur. Başa düşmürəm nəyi soruşur tam olaraq. Müəllim, mən bir sual verə bilərəm. Bəli. Orada dediyi proqramları pinləyirik, bərkidirik ora. Orada altında işarə olmayanda, deməli bunlar bərkidilmiş proqramlardır. Altında işarə olanlar isə aktiv olanlar. Bəli, bəli. Yəni bizdən testdə soruşsa ki, bunlardan hansılar bərkidilib, altında işarə olmayanları götürürük. Soruşsa ki, hansı aktivdir, xətt olanı götürürük. Aha, olar. Amma bərkidilənin məntiqən soruşması biraz düzgün deyil. Çünki məsələn PowerPoint bura bərkidilib, amma açanda onun da altında xətt olur. Sən burada əminliklə deyə bilərsən ki, deyə bilməsən ki, bərkidilib ya bərkidilməyib. Yəni bərkidildiyi nə vaxt anlaşılır? PowerPoint bağlayanda işarəsi əgər orada qalırsa, deməli bərkidilib. Hə, başa düşdüm. Mən bir də o günlərim dim sınaq keçirib. Onun informatika suallarına baxacağıq. Təbii ki, baxacağıq. Tamam, sağ olun. Modelə də baxacağıq. Baxacağıq. Bəli. Eşitmədim. Daha doğrusu iki tane sualım var. Bir bayaq dedik pəncərə taskbarları açmaq, yeni taskbarlar yaratmaq. Onun limiti var. Yəni istədiyimiz qədər yarada bilirik. Hə, yeni iş masası demək istəyirsən. Bəli. Hə, iş masası o kompüterin özündən asılıdır. Yəni kompüterin yaddaşından, özündən asılıdır. Yəni kompüterdən asılı olaraq dəyişir. Yəni sırf stabil, bütün kompüterlər üçün eyni olan bir say yoxdur. Bir də məsəl üçün çoxlu proqramlar açırıq da. Bunun da limiti yoxdur da. Nə qədər istəsək aça bilərik də. Təzə fayl. O RAM-dan asılıdır axı. Çünki aktiv proqramlar RAM saxlayır. Yəni sən çox proqram açanda RAM yüklənəndə donma baş verir. Sən orada bilirsən ki, limiti aşmısan. Çox sağ olun. Sən də sağ olasın. Başqa? Yoxdur? Tamam. Deməli uşaqlar, bir hissəni yekunlaşdırdıq, amma önümüzdə hələ daha uzun yol var. İndi növbəti vacib hissə nədir? Növbəti vacib hissə fayl, qovluq, qısa yol, File Explorer bu haqda danışmaqdır. Bunları sizdə ayrı-ayrı verib. Sadəcə vaxtımız məhdud deyil, bunları ümumiləşdirərək izah edin. File Explorer'dən girin və onlar haqqında da danışacağım. Ümumiyyətlə, File Explorer proqramına keçidin qısa yolu WinED Explorer sözündən götürülür.
Deməli, fayl və qovluqlarla iş üçün nəzərdə tutulan proqrama deyilir. Və bu proqramda standart proqram, yəni Windows-la bərabər kompüterə quraşdırılır. Daxil oluruq. Və bu zaman biz bu proqramda qovluqların məzmununa baxmaq üçün, bu proqram qovluqların məzmununa baxmaq üçün istifadə edilir. Qovluq deyəndə, kompüterin xarici yaddaşında və yaxud da kompüterə kənardan qoşulmuş olan, yaddaş qurğusunda olan qovluqların hər birinin məzmununa baxmaq mümkün olur. Deməli, yoldaşlar, indi gəlin baxaq bunlara ayrı-ayrılıqda, ümumi proqram pəncərəsinə. Baxın, tapşırıqlar, daha doğrusu, File Explorer'də yuxarıda başlıq sətri var. Məsələn, biz bununla bağlı keçən dəfə belə bir sınaq sualı görmüşdük. Belə bir pəncərə açmışdıq. Dedi, bunu necə aça bilərik? Bu pəncərə iki üsulla açılır. Bir, tapşırıqlar, daha doğrusu başlıq sətrinin üzərində sağ düymə sıxaraq açılır və yaxud da alt spacebar ilə açılır. Bu da pəncərənin idarə düymələri, restore, pəncərənin əvvəlki ölçüsünə bərpa eləyir, maximize, tam ekran açır, minimize gördüyün kimi tapşırıqlar panelinə yığır, yəni sağ küncdə gördüyün düymə ilə eyni işi görür. Və sol tərəfdə isə aktiv olan qovluğa baxa bilərsiniz adını. Ondan sonra nələri görəcəksiniz? Sonra ünvan sətrini görəcəksiniz. Ünvan sətri ilə bağlı maraqlı qəbul sualları, sonra dövlət qulunun qəbul sualları var Windows 11-dən bağlı. Diqqətlə qulaq asaq. Baxın, ünvan sətrində sənin hal-hazırda daxil olduğun qovluq nədirsə, məsələn, məndə informatika materiallar 2025. O qovluğun deməli tam yolu görünür. Məsələn, hal-hazırda informatika materialları qovluğundayım. Tam yol nə demək idi? O qovluğun ünvanını göstərən bir sətr idi. Yəni, bu qovluğa necə daxil oluruq, hansı qovluqlara keçid edərək daxil oluruq, həmin o sətirdir. Deməli, bu qovluğa D diskindən daxil oluram. D diskindən informatika materialları qovluğuna daxil ola bilirəm. Yəni, ünvan bu qaydadadır. Və burada hər bir qovluğun sol tərəfində, sağ tərəfində belə bir işarə var. Bu işarə klik edəndə həmin qovluğa daxil olan alt qovluqları da görməyin mümkündür. Və bu qovluqlar üzrə keçid eləmək üçün də qarşıda deməli app təmiri var. App təmiri yuxarı səviyyəli qovluğa keçirir. Ümumiyyətlə, yuxarı səviyyəli qovluq nə deməkdir? Məsələn, mən bura daxil oldum, tutalım. Buradan bir dənə başqa bir qovluğa daxil oluram. DG material. Mən buradan, məsələn, DG yeni material qovluğuna daxil oldum. Deməli, həmin bu DG yeni material qovluğunun yolu necədir? D, informatika 2025, DG material, DG yeni material. DG yeni material qovluğu hansı qovluğun içindədir? DG material qovluğunun içərisində yerləşir. App'da icra eləyəndə həmin o bir üst səviyyəli qovluğa keçid edilir. DG material hansı qovluğun içindədir? İnformatika materialları 2025 qovluğun içindədir. App'da icra eləyəndə həmin qovluğa keçid edilir. Həmin qovluq hardadır? D diskindədir. App'da icra elədim, D diskinə gəldim. Yəni, bu qaydada bir üst səviyyəli qovluğa keçid eləyə bilirəm. Bir də ünvan sətri ilə bağlı belə bir gündə qəbul sualı var idi. Məsələn, deyir ki, ünvan sətrində qoşa nöqtə yazıb, enter sıxsaq nə baş verər? Sizcə nə baş verəcək? Uşaqlar. D diskindəki bütün fayllar açılacaq. Ümumiyyətlə D diski görünəcək. D diskinin məzmunu görünəcək, düzdür işte. Enter dedim və D diskin məzmunu göründü. Hətta bu ünvan sətri, ünvanı qeyd edilən web səhifəyə də keçid eləyə bilir. Məsələn, yazıram bura. www.bim.gov.az Belə yazdım, enter dedim. Fikir verin nə baş verdi? Kimin rəsmi saytına keçid elədi. Aydın oldu. Yəni, bu qaydada ünvanı qeyd edilən web səhifəyə, sayta keçid eləmək də mümkündür. Bu da bilmirəm, deyəsən qəbula düşmüşdü ki, bu hissəyə məsələn dim.gov.az yazsaq nə baş verər? Həmin o ünvanı qeyd edilən səhifəyə keçid baş verəcək. Başa düşdünüz? Yəni, buradan demək ünvan sətri bizə bu imkanı da verir. Sonra ünvan sətrinin sağında olan search düyməsi açıq olan qovluq daxilində axtarış edir. Bir də forward və backward əmrləri var. Bu da ayrı-ayrı qovluqlara keçid edərkən keçid etdiyin qovluqlar arasında geri və yaxud da irəli hərəkəti təmin edir. Və bu oxlara uyğun da qısa yollar var. Alt sola ox, alt sağa ox, bir də alt yuxarı ox.
Bir de refresh'tir. Refresh dedim iş masasında vardı. Ne için istifadə edilirdi refresh? Yenilə. Yeniləmə. ISO. F5. Qısa yolda ISO F5. Əlasınız. Deməli bu belə. Sonra sol tərəfdə naviqasiya paneli var. Və bu hissədə Üzüm naviqasiya paneli. sahibi de search'ün de klaviatura kısa yolu F3 idi de diyesen. Bəli, search-inki F3-dür, ünvan sətrininki də F4-dür. Hı hı. Ünvan sətrini göstərmək üçün F4, search-ə keçid eləmək üçünsə F3 qısa yolundan istifadə edirik, düzdür. Deməli, uşaqlar, sol tərəfə baxaq. Solda naviqasiya paneli, navigation pane yerləşir. Naviqasiya panelinə öncə yığcam formada baxaq. Açılın. Belə. Birinci yuxarıda home bölməsi var. Home ilkin açılan bölmədir. 3 hissədən ibarətdir. Recent, favorite, bir də share bölməsi. Recent son istifadə edilən fayllara baxır. Favorite, favorilərə, yəni sevimlilərə əlavə edilmiş fayllara baxır. Share isə paylaşılanlara. Ondan sonra gəldik ikinci sahəyə. Qarşısında sancaq olan bu sahə, ayrılan bu sahəyə Quick Access bölməsi deyilir. Düzdür, adı qeyd edilməyib, amma Quick Access-dir bölmənin adı. Quick Access nə deməkdir? Sürətli müraciət deməkdir. Yəni biz buradan qovluqlara sürətli müraciət edə bilmək üçün onları bura bərkidə də bilirik. Amma bir məsələ var. Əgər qovluğa tez-tez müraciət edirsənsə, o qovluğun məsələn adı da avtomatik Quick Access bölməsinə düşə bilir. Sonra gəldik This PC-yə. This PC nə idi? Dedik ki, This PC kompüterə qoşulan xarici yaddaş qurğularına, həmçinin kompüterdə olan xarici yaddaş qurğularına, onların məntiqi bölmələrinə baxmaq üçün istifadə edilir. Klik etsən, həmin alt sahə açılacaq və görəcəksən. Sonra library, yenə qəbul salıdır. 2024-cü il idi, səhv eləmirəmsə. Sual belə idi, məsələn, library ilə bağlı. Library-yə daxil olan və yaxud da daxil olmayan qovluqları müəyyən edir. Library-yə konkret 4 dənə qovluq daxildir və bu hissə mütləq əzbərlənməli olan hissədir. Bu halda həm magistrda, həm də dövlət qulluğunda qəbula düşür. Dövlət qulluğunda bir neçə dəfə istifadə edilir. Magistrda isə bir dəfə istifadə edilir. Deməli, hansılardır? Document, music, picture və videodur. Aydındır? Bu oldu library qovluğu. Bir də network-dür. Network-də şəbəkədə ortaq istifadəyə verilən qovluqlara baxmaq üçün istifadə edilir. Onları idarə etmək üçündür. Sadəcə məndə elə bir qovluq olmadığından burada nəsə görməyəcəksiniz. Və beləliklə navigation pane panelinə yığcam formada baxdınız hansı hissələrdən ibarət. Amma navigation pane-də biz alt qovluqları da görə bilərik. Bunları necə görürük? Məsələn, gəlin elə This PC hissəsinə fokuslanaq. This PC-də CV disklər var. Klik elədim D-yə. O zaman nə baş verdi? D-nin bütün alt qovluqlarını burada görürsən. Yəni D-yə daxil oldum elə bil. D-nin də alt qovluqları burada əks olunur. Ondan sonra D-də məsələn gəldim, baxdım, tutalım. İnformatika ya da master qovluğuna, masterə. Klik bu yanında bir işarə varsa, bunu klik eləyəndə onun alt qovluqları göstərir. Masterin içindəki alt qovluqlar baxın, yenə bu qovluqlar. Sonra burada informatika materialları qovluğu var. Bir dənə klik elədim, bunun alt qovluqları, mövzular və test qovluqları açıldı. Yəni bu qaydada biz alt qovluqlara keçid eləyə bilirik uşaqlar. Və burada bununla bağlı yenə şəkil sualları bizə düşə bilir. Ona görə gəlin bu iyerarxik quruluşla bağlı biraz diqqətli formada öyrənin. Deməli, məsələn, D diskinə sən daxil oldun. Burada D diskinin məzmunu görsən. Bilmirəm, bunları istəyirəm. Yarışdırım. Belə. Deməli, D diskinə daxil olduq. D diskin içərisində hal-hazırda bu qovluqları görürsünüz. Sıralama da necədir görək. Diskimiz yoxdan azadır. Aha. Və neyinə görə qoyaq? Sıralamanı. Burada indi gəlin qovluq yaradıram. Deməli, qovluq yaradaq. Tutalım qovluğumuz olsun. Aynur. Deməli, yuxarıda görürsünüz Aynur qovluğunun adını bu qaydada. Ondan sonra bir dənə də qovluq yaradıram. Məsələn, yaradıram. Aldı.
Deməli, bunun da adını yenə yuxarıda görəcək. Baxın, naviqasiya paneli. İndi ola bilər ki, mən Aynur qovluğun içərisində alt qovluq yaradım. Ümumiyyətlə, bir qovluğun içərisində Bakın o xətt keş oxşur Allah. alt qovluq yaratmaq istəyirsinizsə, o zaman həmin qovluğa daxil olmalısınız. Daxil oldum və görsən hal-hazırda içi boşdur. Yenə qovluq yaradıram içində. Məsələn, yaratdım A1, bir də A2 qovluqlarını. O zaman görəcəksən ki, Aynurun yanında belə bir işarə açıldı. Üstünə klik edəndə həmin bu alt qovluqlar görünür. Məsələn, ola bilər ki, ballı qovluğun içində də qovluq yaradım. Yenə ballıya keçid edirəm. İçərisində yeni qovluqlar yaradıram. Məsələn, B1, bu da olsun B2. Sonra məsələn, gəldim, qrup A1-ə daxil olur, onun içində də bir dənə qovluq yaradıram. Burada başınızı qarışdırmaq istəmirəm. Sadəcə iyerarxik strukturun məntiqini izah eləməyə çalışacağam. İndi gəlin baxaq bu iyerarxik struktura. Beləliklə, normalda yığcam D diski idi. Açdım, içərisində alt qovluqlar əks olunur. Məsələn, bu qovluqlar. Burada məsələn, Aynur'a klik elədim, Aynur'un alt qovluqları A1, A2 açıldı. Balıya klik elədim, balının alt qovluqları B1, B2 açıldı. Sonra A1'ə klik elədim, A1'in alt qovluğu açıldı. Yəni, burada nə yaranmış oldu? Bir iyerarxik struktur yarandı. Bizim işimizdə bu iyerarxik strukturu biraz aydınlaşdırmaq olacaq. Yəni, şəkil sualı verəndə və yaxud da sxemi özümüzün qurmağımız tələb olunanda qura bilək deyə. İndi uşaqlar, gəlin baxaq. Ne versəniz, məsələn, Aynur və ballı qovluqları bir xətt üzərində görünür, düzdürmü? Bu deməkdir ki, bunlar eyni səviyyəli qovluqlardır. Aynur, ballı. Məsələn, Aynurun daxilində qovluq yaratmaq üçün Aynur qovluğu adlı qovluğu açmalıyım. Açdım, daxil oldum içinə. O zaman içərisində A1 və A2 görürsünüz, bunlar da bir xətt üzərində. Deməli, eyni səviyyəli iki qovluq var. A1, A2. B1 qovluğuna da, ballı qovluğuna daxil olanda içərisində iki qovluq görürəm. B1, B2. Sonra görürsünüz, A1'in içərisində də qovluq var. Bunun üçün A1 qovluğuna daxil oluram və içərisində C1 qovluğunu görürəm. Yəni, bunlar iyerarxik strukturdur. Aynurdan ballı eyni səviyyəli qovluqlardır. Çünki görsən bir xətt üzərində. A1 ilə A2, B1 ilə B2 də eyni səviyyəli qovluqlardır. Eyni səviyyəli qovluq bir-birinə daxil olmaq deyil. Yəni, başqa bir qovluğun eyni səviyyəli tərkib alt qovluqları deməkdir. Yəni, bu qaydada başa düşülür. Bununla bağlı suallar, praktiki suallar düşür. Məsələn, dedi ki, qəbul sualı həmişə deyirəm nümunədə. Məsələn, deyir ki, ardıcıl aşağıdakı əməliyyatlar icra edilərsə, qovluğun iyerarxik strukturu necə olar? Məsələn, yazır, tutalım. A1 qovluğunu yarat. Tamam, 2 qoyur, yazır. A2 qovluğunu yarat. Sonra 3 qoyur, yazır. B2 qovluğunu yarat. Sonra 4 qoyur, yazır. A2 qovluğunu at. Sonra 5 qoyur, yazır. Tutalım. C1 qovluğunu yarat. Sonra 6 qoyur, yazır. Tutalım C2 qovluğunu yarat. Bu suallar sizi qorxutmaz. Əslində rahat. Deyir A1 qovluğunu yarat. Elə bil yaradasın A1 qovluğu. Sonra A2 qovluğunu yarat. Daxil ol demirsə, deməli bu da onunla eyni səviyyəli olan başqa bir qovluq. A2 qovluğu. Sonra deyir A2-də B2 C1 ilə C2 yaradırıq da Sonra müəllimə. deyir ki, B2 qovluğunu yarat, yenə B2 qovluğunu yaratdım. Sonra deyir ki, A2 qovluğunu aç. Aç deyirsə, deməli bu qovluğa daxil oldum. Alt qovluqları yaranacaq. Yəni artıq içərisinə daxil oldum. O zaman nə baş verəcək? A2-ni açdım. Sonra deyir C1 qovluğunu yarat, yaratdım. Bir də C2-ni yarat. Burada da C1 ilə C2 eyni səviyyəli olacaq. Çünki ikisini arda-arda yarat. Yəni iyerarxik struktur baxalım bu qaydadadır. A1, A2, B2. Sonra A2'nin içində də C1 və C2. Yəni belə suallar olur. Buyur Elnurə. Müəllimə, bəs biz hardan bilək ki, A2-nin alt qovluğu olaraq C1 ilə C2-ni yaradırıq da, bəlkə C1 ilə C2-ni də sadə qovluq kimi yaratdıq. Ay sağ ol Elnurə. Ona görə də bu sözə fikir verirsən. Deyir A2 qovluğunu aç. Açdan sonra qovluq yarat yazıbsa, məsəl üçün 5 dənə də qovluq yarat yazıbsa, biz onu A2-yə daxil eləyirik.
Bəli, A2-yə daxil edirsən. Çünki sən A2-ni açdın. Hal-hazırda A2 qovluğun içindəsən. Düzdürmü? Hı -hı. Yəni nə edəcəksənsə A2 qovluğuna keçdir. Məsələn, deyirəm ki, tutalım, Elnurə evə daxil oldum. Sonra koridora keçdim. Koridordan tutalım A1 otağına daxil oldu, ya A2 otağına daxil oldu. Orada məsələn deyirəm ki, məsələn, paltarları qatladım, masanın üstünü topladım, falan işlər gördüm. Sən indi sorğulayacaqsan ki, Elnurə bunu hansı otaqda elədi? Ən son hansı otağa girmişdi Elnurə? Bildim müəllim. A2 otağına girmişdi. Deməli, bütün işi A2-nin içində görüb. Başa düşdün? Bir də iki dənə də sualım var. Siz bayaq bunları elə bir yan-yana yazmışdınız da, fərqli qovluq addan. Yəni yan-yana ilə belənin fərqi yoxdur da. O Yan-yana da biraz deyəndə, iyerarxik strukturu biri var soldan sağa quran, biri də var Hı. budaqlılıq göstərir. Lap istəsən budaqlı da qura bilərəm. Deməli, A1-i yox yaratdı. onu. Sən deyirsən də? Hə, onu bildim. Sadəcə oydu. Bir də bir sualım var idi ki, bu məsəl üçün bizə A1 ilə A2-ni verib, A1-in yanında elə bir sağa işarəsi var, amma A2-də yoxdur. Bu o deməkdir ki, A1-in qovluğu var, amma A2-nin qovluğu yoxdur da, alt A1-in qovluğu. alt qovluğu var, A2-nin yoxdur demək. Hə, bildim pisi. Çox sağ olun müəllim. Sən də sağ ol. Belə uşaqlar. Lap ünvan sətri ilə bağlı da suallarımız ola bilir. Məsələn, ünvan sətrini də verib, deyir ki, tamam, aşağıdakı əməliyyatlar icra edildi. Qovluqların ardıcıllığı necə oldu və yaxud da tam yol necə oldu? Bununla bağlı bugün hazırladığım sınavlarda suallar var. Prosta neçənci sınavdaydı sual orasını hatırlamıyorum. Bilmiyorum. Aha. Məsələn, bax, belə bir sual var. 29'da bu hiyerarxik strukturla bağlı. Deyir ki, verilmiş yaddaşın, yaddaş iyerarxiyasına əsasən kurs sınaqları qovluğunda, baxıram kurs sınaqları qovluğu haradır? Budur. Kurs sınaqları qovluğunda yerləşən test.pdf faylı. Elə biz bunun içində test.pdf faylı var imiş. Test.pdf faylını Eşref tək adlanan qovluğa daşıdıqdan sonra, yəni bu qovluq hansı qovluqdur? Bura. Yəni bunu elə bir buradan götürdün, buraya yerləşdirdin. Daşıdıqdan sonra faylın yolunu müəyyən edin. Yolunu deyir özdə. Deməli, baxaq. Mənim ünvan sətrimi necə quracam? Başda nə gəlib burada? D-diski. D-diskinin alt qovluqları var. İnformatika 2026. Birinci daxil olacam o informatika 2026. Sonra informatika 2026'nın 2 dənə alt qovluğu var. İkinci cəhd testləri, master 1-2-3 qovluğu. İndi mən Əşrəf tək qovluğuna daxil olmaq üçün hansını seçməliyəm? İndi ikisini də eyni anda yazmaq olmaz ünvan sətrində. Sizcə hansını yazacağam? Master 1 2 3. Ayşə, master 1-2-3. Ondan sonra masterdən hara daxil olmuşam? Qəribə. Ayşə, qəribə. Qəribdən də hara daxil olmuşam? Əşrəf təki. Burada şu failin adını yazmıram. Niye yazmayacağım? Çünkü failin tam yolu yok, yolu değil. Ben failin özü yok, özüne kadar götüreceğim. Yani bu aldığım failin yoludur. D. İnformatika 2026. Qərib Əşrəf tək. Yəni master, hələ ağırda master də var. Master 1-2-3, Qərib Əşrəf tək. Yəni bir bölüm. Oldu uşaqlar. Yəni belə suallarımız var. Bu sınavları sizə hazırlamışam. İnşallah atacağım. Bir de maraqlı sual 42'dir. Buna özünüz baxın. Bu da çox qəşəng sualdır. Elə bil buradadır, davamı da bu hissədədir. Baxırsınız uşaqlar? Baxırsınız ümumiyyətlə? Baxın. Bəli. Baxırıq müəllim.
D variantı değil mi? D. Y Y variantı. variantı. Y. Baxaq görək hansıdır. Deyir ki, D diskini cari et. Cari et yəni daxil olur. Ondan sonra deyir informatika qovluğunu yarat. İnformatika qovluğunu yarat. Sonra dedi məntiq qovluğunu yarat. Deməli bundan eyni səviyyəli olan bir qovluq daha yaratdıq, məntiq. Daha sonra deyir informatika qovluğunu aç. Deməli buna daxil olduq. Sonra deyir magistr qovluğunu yarat. Deməli bunun içində yaratdıq qovluğu, magistr qovluğunu yaratdıq. Sonra deyir məntiq qovluğunu aç. Aşağıdakı bu qovluğu açıram. Məntiq qovluğunu açdım. Aşkar operator qovluğunu yarat. Aşkar operator. Daha sonra da deyir master qovluğunu yarat. Deməli bu da məntiqin içindədir də. Çünki ən son açdığım qovluq məntiq qovluğudur. D olur. Ondan sonra deyir ki, master qovluğunu aç. Deməli bu qovluğu açdım. Sonra deyir nəticələr nöqtə XLSX faylını yarat. Deməli yaratdım nəticələr nöqtə XLSX. İndi baxıram, D-dən hara daxil olmuşam? Məntiqə. Bu yığcamlaşdıraq indi. D-dən məntiqə daxil olduq. Ondan sonra məntiqdən hara daxil olmuşam? Masterə. Masterdən də nəticələr XLSX. Yəni cavab əslində nədir? Deməm. Başa düşdünüz? Bu qaydada Biz baxırsınız. orada niyə informatikanı götürmədik ki, o Çünki deyir ki, baxın, D diskində informatika yaratdı, məntiq yaratdı. Eyni səviyyəli qovluqlardır. Bax, belə ünvan sətindən yazmışsınız. Şəkillə yazın. Və siz D diskinə daxil olandan sonra içərisində informatika qovluğunu yaratdınız. Bir də məntiq qovluğunu yaratdınız. Sonra deyir, informatika qovluğunu açdınız, yəni bu qovluğa daxil oldunuz. Sonra burada magistr qovluğunu yaratdınız. Sonra deyir, məntiq qovluğunu açdınız, yəni bu qovluğu açdınız. Bunun içində isə deməli, aşkar operatorlar, bir də ardıca da master qovluğunu yaratdınız. Master qovluğunu yaratdınız. Sonra deyir, master qovluğunu açdınız, yəni bu qovluğu açdınız. İçərisində də neynədiniz? Nəticələr.xlsx faylını yaratdınız. Düzdürmü? İndi baxın Nigar xanım, siz informatikanın içində yaratmısınız bu faylı, yoxsa məntiq qovluğunda? məntiq? Ay, sağ olun. Deməli, D-dən məntiqə keçid edirəm. Məntiqdən hansına keçid edirəm? İki qovluq var. Masterə keçid edirəm, çünki aşkar operatorun yox, masterin içində yaratdım. Masterdən də nəticələr.xlsx oldu. Yəni cavabımız bu qaydada müəyyən olunur. Müəllimə, belə ola bilər ki, bizə məntiqdə yaratdıqlarımızı verməyə cavabda, informatikada verək 2 dənə. Onda məcbur onu götürəcəyik də. Nəticələr axı informatikanın içində deyil, ay. Elmürə. Nəticələr Elə məntiq bir şey verə bilməz. yox. Tamam. Orada yerləşmirsə onun vermə haqqı yox axı. Səhv olar, sağ ol. Neysə uşaqlar, iyerarxik strukturu biraz uzun danışıq, amma məncə buna dəyər. Sonra keçək artıq son olaraq nəyi danışırıq? Command bar bölməsinə. Command bar bölməsindəki əmrlər haqqında indi məlumat verəcəm. Burada qovluqda yaradım. Demək uşaqlar, new bölməsindən başlayaq. New qovluq daxilində yeni qovluq fayl və yaxud da qısa yol yaradır. Burada hal-hazırda bütün əmrlər passivdir. Deməli, shortcutda, copy'də, paste'də, rename-də hamısının pasiv olmasının səncə səbəbi nə ola bilər? Hə, uşaqlar? Mübadilə buferi Mübadilə boş. buferi boş.
Ayşe o Heç mübadilə bir seçilməyib verir. çünki. Bunların Heç hamısı bir faiz seçilməyib. seçilmir. Ayşe okyanı seçilmir bak içine. Seçenden sonra başlayırım. Bir de fikir verin. Faili seçende aktif olan emirler hansılardı? Kat'tı. Ondan sonra copy'di. Ondan sonra rename'di, share'di, delete'di. Ama qovluğu keçəndə bunlardan hansı aktiv olmur? Share əmri aktiv olmur. Bax bu demin bu yaxınlarda model test çıxdı 2-3 gün qabaq. Orada bundan bağlı suallar. Baxın, bu share əmri qovluqda olmur, yəni faildə olur, yəni aktiv olur. Ondan sonra burada paste əmrinin pasiv olması sizin dediyiniz səbəbdir. Niyə? Paste əmri nə vaxt aktiv olur ümumiyyətlə? Mübadilə buferi Mübadilə. nəsə olmalıdır ki, aktiv olsun. Hal-hazırda mübadilə buferi boş olduğu üçün pasiv. Yəni bu aktiv olma, pasiv olma səbəbini modeldə salsa, yəni bu qəbul sualı ola bilər. Həm də hardan bilirik qəbul sualı olma ehtimalını? Dövlət qulluğunun sınağında da bu tipli suallar salırlar, daha doğrusu qəbulunda. Nə vaxt aktiv, nə vaxt pasiv olur. Kat əmri ilə copy'dən danışaq birinci. Kat neyinir? Kat yer dəyişmə əmridir. Məsələn, bir dənə randomdan qolub. Kat yer dəyişmə əmridir. Üzərinə klik edirsən obyektin kat əmrini, görürsüz solğunlaşır. Sonra başqa bir qovluğa gəlirsən, paste əmrini icra edirsən, o zaman yerini həmin qovluğa dəyişir. Əvvəlki qovluğa baxsan, artıq oradan silindiyini görəcəksən. Deməli, kat nəymiş? Yer dəyişmə əmriymiş. Yer dəyişmə nə deməkdir? Yəni, əvvəlki yerindən silir, yerini dəyişir başqa qovluğa. Və kat edilmiş obyekt sadəcə bir dəfə istifadə edir. Görürsüz, paste aktiv, pasiv. İndi keçək kopya. Kopya isə sürəti mübadilə buferinə köçürür. Bu zaman obyekt öz əvvəlki yerində qalır. Həmçinin də seçilmiş başqa bir qovluğa yapışdırılır. Hətta görürsüz, hələ də paste aktivdir. Məsələn, başqa bir qovluğa gəlsəm, yenə yapışdıracağam. Buradan hansı nəticəyə gələ bilərsən? Buradan o nəticəyə gəlirsən ki, sürəti alınmış obyekt mübadilə buferindən silinənə qədər istənilən qədər yapışdırıla bilir. Yəni, bu da katdan kopyanın əsas fərqləridir. İki fərqi oldu. Kat edilən əvvəlki yerindən silinir, kopyalanan əvvəlki yerində qalır. Kat edilən obyekt, belə deyim, bir dəfə istifadə edilir, kopyalanan obyekt isə bir neçə dəfə. Sonra gəldik rename əmrinə, ad dəyişmədir. Obyektin adını dəyişə bilərsən. Bu qaydada. Bu şəkildə. Sonra rename əməliyyatını icra etməyin bir neçə yolu var. Normalda biz bunu 2 dəfə kliklə öyrədirdik. Amma uşaqlar Windows 11-də obyekti seçdikdən sonra bir dəfə klik edirsən, onda belə deyim, rename aktivləşir. Ondan sonra üzərində kontekst menü açıb, kontekst menüdən də rename əmri icra edə bilərsən. Ondan sonra F2 funksiyonal düyməsi ilə də əməliyyat icra edə bilərsən. Yəni F2 nədir? Ad dəyişmək üçün istifadə edilir. Sonra bir üsul daha var. Bu nədir? Properties dialog pəncərəsi alt enterlə açılır. Buradan da ad qutusundan nə edə bilərsiniz? Siz ad dəyişmə eləyə bilərsiniz qısası. Bu da belə. Sonra gəldik share əmrinə. Bu sadəcə fayllar üçün aktiv olan. Fayllar deyərkən faylda ola bilər. Faylın qısa yolu da ola bilər. Yəni qısası faylla bağlı anlaşılarda aktiv olur. Delete silinməkdir. Silmək üçün klaviaturadan Ctrl-D və yaxud da Delete düyməsini icra edə bilərsən. Bu zaman silinən obyekt hara düşür? Recycle bin-ə. Amma belə bir seçim var. Shift Delete. Shift Delete etdikdə isə obyekt yerli dibli silinir. Yəni mübadilə buferinə Recycle bin-ə daha doğrusu düşmür və tamamilə silinir. Gəldik sort əmrinə. İndi sortu müqayisə eləyəcəyik. Sort əmri iş masasındakı obyektlər üçün də var. File Explorer'də də var. Bəs fərqi nədir? İş masasından neçə dənə parametrə görə sıralama, nizamlama apardıq? 4 dənə. Deməli, bunlar hansılardır? Name, size, type, date modifier. Amma File Explorer'ə gəlsək, burada görərik ki, daha çoxdur. Deməli, sort name, date modifier, type, size, create, yaradılış tarixi, sonra müəllif tag, title. Deməli, ümumi olaraq File Explorer'də bu neçə dənə 8 dənə parametrə görə nizamlama aparmaq olar. Name, date modifier, type, size. Bu ilk 4-ü onsuz da iş masasında da var. Yerdə qalanları əzbərləyin. Yaradılış tarixi, müəllif tag və title.
Sonra keçək view hissəsinə, görünüş rejimləri. Bu da bir problem daha. Deməli uşaqlar, extra large böyük göstərir olduqca, large böyük, medium orta ölçüdə göstərir. Sonra small kiçik ölçüdə göstərir. List də kiçik ölçüdə göstərir. Bəs small-da listin fərqi nədir? Small-da obyektlər üfüqi istiqamətdə düzülür. Baxın, 1, 2, 3, 4, 5. Amma listə necə düzülür? Şaquli istiqamətdə düzülür. Buna görə fərqlənir small-dan list. Gəldik details-a. Details-ı fərqləndirən sütun başlıqlarının olmasıdır. Və yuxarıda sütun başlığı olur. Details görünüş rejimində susmaya görə 4 dənə sütun başlığı olur. Name, date, modify, type, size. Deməli, bu sütun başlıqlarını artırmaq üçün kontekst menyudan, yəni istənilən sütun başlığının kontekst menyusuna gəlsə, əlavə seçimlər var. Date, create, müəllif, tag, title. Yəni, nəyə görə nizamlayırdınsa, həmin o nizamlanma parametrlərinə uyğun sütunları da əlavə etməyə imkan verir. Və details yeganə görünüş rejimindəki filtr tətbiq etmək olur. Məsələn, sadəcə tam qovluğu görmək istəyirsən və yaxud da sadəcə PDF faylını görmək istəyirsən bu şəkildə. Həmçinin burada tarixə, ada və ölçüyə görə də filtr tətbiq edə bilirsiniz. Yəni, filtr dediyimiz bizim dildə süzgəc olaraq tərcümə edilir. Yəni, süzgəc tətbiq edə biləcəyin yeganə görünüş rejim budur. Gəldik tiles. Tiles görünüş rejimində hər bir obyekt haqqındakı məlumatlar onun sağ tərəfində əks etdirilir. Yəni, onun adı, hansı proqramda yaradıldığı və ölçüsü haqqında məlumatlardan söhbət gedir. Kontentdə isə obyektlər bir-birindən üfüqi istiqamətdə solğun xəttlərlə ayrılır və hər bir obyektin sağ tərəfindən dəyişiklik tarixi və ölçüsü əks olunur. Ən rahat fərqlənən kontentdə, çünki solğun xəttlər bir dənə kontentdə var. Sonra tiles də rahat fərqlənir, hər bir obyektin sağında məlumat var. Detail sütunlara görə fərqlənir. Hər məlumat ayrı-ayrı sütunlar şəklində verilir və yuxarıda sütun başlığı olur. Yəni, ən azından bu detail tiles kontenti fərqləndirməyin yolları budur. Amma extra large, large, medium, small bunlar ancaq ölçüyə görə fərqlənir. Və bu görünüş rejimində ancaq adlar görünə bilər. Yəni, ölçüdür və digər parametrlərdə, daha doğrusu, bunlar görünə bilmir. Ancaq fiqurların ölçüsünə görə, yəni piktoqramların ölçüsünə görə fərqlənir. Bu da belə. Small-dan list öz aralarında istiqamətə, düzülüş istiqamətinə görə fərqlənir. Yəni, görünüş rejimlərini belə fərqləndirirsiniz. Sonra burada Details pane panelini göstərir. Preview pane ön baxış panelini göstərir. Navigation pane naviqasiya panelini göstərir. Compact view File Explorer'də daha çox obyekt görmək üçün onları daha yığcam formada, daha sıx formada göstərir. Sonra Item Checkbox istənilən görünüş rejimində aktivləşir və seçim qutusu üçündür. Bu şəkildə obyektləri seçməyə imkan verir. İndi bundan bağlı da qeydimiz var. Bu nədir? Əgər bu seçim qutusu olmasa, mən obyektləri tək-tək və yaxud da yanaşı formada necə seçə bilərəm? Yadınızdadır bu seçim qaydası. Kontrol bir Tək-tək də shift seçmək üçün kontrolla, amma yanaşı olanda shiftlə. Bəli. Yanaşı olanda shiftlə. Məsələn, tutalım shift sıfır vəziyyətdə seçəndə aralıq kimi seçir. Amma tək-tək seçmək istəyirəmsə necə seçirəm? Kontrolda. İndi burada da görünüş rejimlə bağlı detal var. İstəyirəm bu haqqda danışım sizə. Və uşaqlar, tutalım small görünüş rejimində obyektlər hansı istiqamətdə düzülür? Üfüq istiqamətdə düzülür. Yan-yana. Seçim də deməli yan-yana aparılmalı. Məsələn, tutalım mən birinci obyekti seçirəm. Shift sıfır vəziyyətdə dövlət qulluğu adlı bu PDF seçirəm. Fikir verin hansı istiqamətdə seçdi? Yan-yana seçdi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Düzdürmü? İndi görünüş rejimini list eləyirəm. Məsələn, buradan birinci obyekti seçdim. Shift sıfır vəziyyətdə. Tutalım 1011'i seçdim. Bu zaman necə seçdi? Yuxarıdan aşağıya. Yəni sayanda da belə sayırsınız. Ona görə obyektlər hansı istiqamətdə düzülübsə, seçilmə istiqaməti də həmin istiqamətdir. Yəni, bununla bağlı da yenə praktika sual düşə bilir. Nə demək istədiyimi çatdıra bildim sizə? Bəli. Tamam. Yaxşı. Sonra. File name extension faylların ad genişlənməsinin görünməsini təmin edir. Hidden items'a gizlədilmiş obyektləri göstərir. Obyektləri gizlətməyin yolu nədir? Obyektin Properties dialog pəncərəsində hidden atributu tətbiq edərək gizlədə bilirsən.
Sadəcə gizlədilen obyekt solğun görünür. Nə vaxt ümumiyyətlə görünmür? Əgər buradakı bu bizə qarşımıza çıxan hidden items əmri pasiv olsa gizlədilen obyekti görənməzsən. Hidden items əmri aktiv olanda gizlədilen obyekt solğun da olsa görünür. Gizlədilməni ləğv etmək üçünsə yenə properties'e gəlib hidden attributunu ləğv edə bilərsiniz. Deməli obyekt iki halda solğun göründü. Bunlar hansılar oldu? Kat əmri icra edəndə bir də Kat edilmiş olursa Gizlədəndə. bir də gizlədəndə əlasınız. Sonra keçək növbəti hissəyə. And əmri. Burada yeni yetirən əməliyyatı ləğv edir. Redo isə andadan sonra aktivləşir. Compress to zip file arxivə yerləşdirir. Favorite bu home'da yerləşən sevimlilərə əlavə edilir. Copypad faylın tam yolunu mübadilə buferinə köçürür. Select all hamısını seçir obyektlərin. Bəs select all'ın qısa yolu nədir? kontrol Ctrl A. Ctrl A düzdür. Select-dan seçilməni ləğv edir. Bir də inverse selection var. Bu da maraqlı əmrdir. Məsələn, mən bu obyektlərdən qovluğumda düz 370 dənə element var və bu elementlərdən vəziyyət sətrində görürsünüz 10 dənəsini seçmişəm. İndi gəlin inverse selection icra edeyim. O zaman nə baş verəcək? Seçilənlərlə seçilməyənlər yer dəyişdi. Yəni 370-dən bayaq 10'unu seçmişdim, 360'ı seçilməmişdi. İndi isə əksinə 360'ı seçildi, yerdə qalan 10'u seçilməmiş qaldı. Yəni bu qaydada istifadə edin. Buradan da bu qədər. Properties diyalog pəncərəsini açır. Qısa yolu Alt Enter'dir. Options'da Folder Options açır. Folder Options'da da bir neçə önəmli əmr var. Ya bilmirəm yadınızdadır mı? Same Window-la Open Window əmrinin fərqi nə idi? Bir same window eyni pəncərədə açır. On window isə tək pəncərədə, özünün Bəli, alt pəncərəsində. qovluqları ayrı-ayrı pəncərələrdə açır. Sonra klik bölməsində single click və double click əmrinin fərqi nədir? biri tək Single kliklə Tək açır, klikləmədə, biri iki double klikdə. klikdə, iki klikdə. Yaxşı, single click rejimində fərqlənən tərəf nədir? Bir rejimlə, bir kliklə açılır. Bəs obyektləri hansı əlamətindən başa düşə bilirsən ki, burada single Altına xətt click çəkilir, elə. bəli düzdür işte. Single click əmri tətbiq ediləndə obyektlərin avtomatik olaraq hamısının altından xətt çəkilmiş olur. Yəni məsələn şəkil salıb deyir ki, bütün obyektlərin altından xətt çəkilməsinin səbəbi nə ola bilər? Yəni single click əmrini Tək tətbiq edilir. kliklər, bəli. Bəli, düzdür. Sonra gəldik view hissəsinə. View'dan da məsələn gizlədilmiş obyektlərin göstərilməsi, sonra faylların genişlənməsinin gizlədib göstərilməsi, sonra naviqasiya panelinin gizlədib göstərilməsi, library, network, this PC qovluğunun, həmçinin vəziyyət sətrinin gizlədib göstərilməsi kimi parametrlər, yəni əməliyyatlar icra edilə bilir. Bu da File Explorer. Sonra bir də File Explorer-də qovluq fayla yanaşı həm də shortcut, yəni qısa yol da olurdu. Düzdürmü qovluqların içində? Qısa yolun fərqləndirən işarə dedik nə idi? Kiçik bir ox işarəsi olurdu. Sol Sol, küncündə işarə aşağı edirdi. küncündə, bəli. Bəli. İndi gəlin bu haqda danışaq. Deməli uşaqlar, obyektlərin qısa yolunu yaratmağın, shortcutunu yaratmağın bir neçə üsulu var. Bunlar hansılardır? Deməli, obyekti kopyalayanda, bax, kopya əmrini icra eləyirəmsə, iş masasının kontekst menüsünə belə bir əmr yaranır. Paste shortcut. Hansı ki, bayaq kontekst menünü izah eləyəndə sizə o əmr yox idi. Paste shortcut əmri iş masasının kontekst menüsünə deməli nə vaxt yarana bilər? Kopya əmrindən sonra. İcra eləyəndə iş masasında obyektin qısa yolu yaradılır. Əgər obyektin üzərində copy yox, cut icra edilmişdirsə, o zaman iş masasının kontekst menüsünə sadəcə hansı əmr aktivdir? Paste əmri. Bu da bir qəbul sualıdır. Deməli, əgər deyir ki, paste əmri aktivdirsə, paste shortcut əmri iş masasının kontekst menüsünə görünmürsə, deməli, hansı əməliyyat baş verib? Cut əmri. Əgər həm paste, həm də paste shortcut əmrini aktivləşdirirsənsə, deməli, copy əmri aktivləşir. Copy icra edilir. İndi bunu qayda kimi yazırıq. Deməli, copy cut. Bu əmrlərdən sonra paste shortcut bu əmrlərdən, daha doğrusu paste əmri bu əmrlərdən sonra aktivləşir. Amma paste shortcut əmri sadəcə copy'dən sonra aktivləşir. Copy'dən sonra aktivləşir.
Yaxşı. Deməli, paste həm cut, həm copydən sonra aktivləşir. Paste shortcut isə ancaq copydən sonra aktivləşir. Bax, bu da önəmli qaydadır, qeyd edin. Müəllimə, siz demişdiniz ki, faili kopya ilə birbaşa atanda iş masasına yaddaşı çox tuturdu, amma şatkabla atanda az tutur. Bəs iş masasında onların görünüşündən necə bilirdik ki, hansı birbaşa atılmalı ya da şatkabla Ha, atılmalı? shortcut'ın işarəsini bayaq soruşdum. Elə iki sualım oldu. Elnur, shortcut'ın sonunda nə işarə olur dedik? Ox işarəsi. Və altında da shortcut yazısı var. Bildim müəllimə. Oradan bilsən ki, qısa yol. Tamam. Deməli uşaqlar, bu oldu belə. İndi qısa yol yaratmağa davam edək. Biri oldu paste shortcut əmri ilə yarada bilərik. Ondan sonra növbəti üsulumuz nədir? Failin kontekst menusundan deməli hara getdi əmrimiz? Failin kontekst menusunda save to əmri var. Bunun alt əmrindən desktop create shortcut iş masasında həmin failin qısa yolunu yaradır. Bir də ayrıca create shortcut əmri də var. Onu da göstərim. Bir də ayrıca create shortcut da var. Sadəcə create shortcut qovluq, məsələn, seçdiyin obyekt hansı qovluğun içindədirsə, həmin eyni qovluğun içində obyektin qısa yolunu yaradır. Fikir versən, iş masasında yox, həmin qovluğun içində yaratdı. Sonra bir də mouse-la sürükləyərək yarada bilərik. Necə? Mouse-un sağ düyməsi ilə ekrana sürükləyəndə belə bir panel açılır. Copy yer sürətini köçürür, move yerini dəyişir, create shortcut yer deyərək isə qısa yolunu yarada bilərsən. Ondan sonra alt düyməsi ilə sürükləyə bilərsən. Bu zaman da yenə qısa yol yaradılır. Bir də Ctrl Shift ilə də sürükləyə bilərsən. Bu halda da yenə qısa yol yaradılır. Yaxşı. Bir də uşaqlar, əgər sadəcə məsələn obyekti Shift ilə sürükləyirəmsə, bu zaman nə baş verir? Kopyası yaranır. Yox, Shift yer dəyişməkdir. Hə, şifre değişmez. Mübadilə buferindən istifadə etmədən yerini dəyişir. Fəqət kontrolla sürükləyəndə nə baş Onda verirdi? kopyaydı. Aysa onda Kopyası sürətini yaranır. yaradır. Bəs indi mən mübadilə buferindən istifadə etmirəmsə, bu texnologiyaya nə deyirdim? Drop and drag. Drag Drag and and drop. drag and drop texnologiyası. Deməli uşaqlar, buradan da həm də drag and drop texnologiyasını öyrəndiniz. Deməli, əgər cut copy istifadə ediriksə, bu mübadilə buferidir. Yox, əgər cut copy istifadə etmədən yer dəyişmə, köçürmə və ya da qısa yol yaradırıqsa, bu drag and drop texnologiyasıdır. Yaxşı, mübadilə buferindən istifadə etmədən qısa yol yaratma, köçürmə, yer dəyişmə hamısı adlanır, aid edilir drag and drop texnologiyasına. Oldu mu? Tamam. Deməli, buradan da deyəcəyim bu qədərdir. Qısa yolun yaradılma üsullarını yəqin ki, başa düşdünüz. Bir də qısa yolu siləndə fail silinmir və yaxud da faili siləndə qısa yolun işarəsi silinmir. Yəni, fail və yaxud da qovluq da ola bilər. Bir də qısa yolun mahiyyətini yəqin ki, başa düşürsünüz. Qısa yolda obyekt başqa bir qovluğun içindədir. Sadəcə sən onun sürətli müraciət edə bilmək üçün onun qısa yolunu məsələn iş masası və ya başqa bir qovluğa əlavə edə bilirsən. Məsələn, tutalım, qısa yolunu yaratdıqda. O zaman məsələn mən gəlib həmin qovluğun özünü silsəm, tam sildim. O zaman qısa yolun işarəsi silinmiş. Sadəcə qısa yolun üstünə klik edəndə belə bir dialoq pəncərəsi açılır. Deyir ki, obyekt nə edir? Recycle binə yerini dəyişir. Əgər istəsən restore deyib bərpa edə bilərsən. Əgər delete deyirsən, qısa yolu da silə bilərsən. Yəni bu halda qısa yolun işarəsi silinə bilər. Yoxsa silinməyəcək. Oldu. Buradan da bu qədər. Deyəsən bir də var idi ki, əgər recycle bindən də silinsə, onda başqa bir dialoq çıxırdı. Hə, onda başqa dialoq pəncərəsi çıxacaq, düzdür. Deməli, elə olsaydı, o zaman restore əmri gəlməyəcəkdi. Bu halda məsələn restore gəlmir. Shift elib silirəmsən, yəni cycle-ını düşürəm.
Deməli, indi obyektin özünü Shift Delete vasitəsilə silirəm. Bu zaman obyektin qısa yoluna klik edəndə bu zaman belə bilməyəcək recycle binə dəyişib, yəni tamamilə silinib və istəsən shortcut'ı da silə bilirsən. Yes deyərək shortcut'ı da silə bilirsən. Bu da belə. Sonra uşaqlar, keçək kontekst menyuları haqqında danışım. Son vacib isə burada. Yox, ay nəzrim, bu qədər deyil, təəssüf ki. Bəli, qovluğun, ondan sonra diskləri və yaxud da kompüterə qoşulmuş xarici yaddaş qovluqları, bunlar üzərində şeir əmri aparmaq olmur. Oldu. Səndə necə oldu, ay Kəmal? Müəllim, Bəli. bəs necə? biz şeir əmri icra edə bilmiriksə qovluq üçün, qovluğu yəni onda paylaşa bilmirik. Şeir əmri ilə xeyr. Bəs başqa cür necə olur ki? Məsələn, biz durub WhatsApp olsun, nə bilim, e-mail olsun, buradan qovluq paylaşa bilmirik, fayl paylaşa bilirik ancaq. Başa düşdüm. Çox sağ ol. Sadəcə save to vasitəsilə ötürə bilərik bu qurğulara və yaxud da iş masasına. Belə bir şey var, sadəcə ötürməklə bağlı. Oldu. Və yaxud da fax Mən scroll yaratdım. Burada şeir əmri çıxır axı. qovluqda çıxır. Bəli, qovluqda çıxır. Sən harda yaratdın qovluğu? Çünki normalda çıxmamalıdır. Papkanın içində deməlisən. Orada qovluqda sən Məsələn, hər hansı bir papkanın içində yaratsaq. məndə açılmır axı da şeydən. Təşkil çəkim atım qrupu. Onu atarsan mənə. Oldu, göndərəm. Çünki bu bizim müəllimlər arasında da müzakirəyə səbəb olmuşdu. Çox müəllimdə şeir olmurdu, elə sınaqda da Siz olmadı. deyən deməm, məsələn, tutamda əvvəlcədən olan bir fayla girəndə alınmır, amma yeni yaradılan bir fayla girəndə alınır. Yeni bir yaradılan qovluq demək istəyirsən? Bəli, məsələn, yeni yaratdığım, əvvəldən içində olan qovluğa girəndə alınmır. Amma yeni qovluq yaratmışam, yeni qovluğa daxil olanda şeir əmri Aslında çıxır da yuxarıdan. yenisini yaradıram da Kənan. Bilməmək. Tamam, atarsın baxaram. Oldu. Sonra deməli, buradan bu qədər uşaqlar. Qaldı kontekst menyular. Biz nələrin kontekst menyusuna baxmalıyıq? İlk masasının kontekst menyusuna baxmalıydıq, baxdıq. Tapşırıqlar panelinə baxdıq. Bir də start menyuya baxdıq. Deməli, qaldı nələr? Fayl, qovluq, qısa yol. Nəsə demək istədiniz? Faylın kontekst menyusunu dedik. Fayl qalıb, qovluq, qısa yol, bir də recycle bin. Bunlar kontekst menyusu qalmasız. Bunları da müqayisə edərək öyrənərik. Gələk birinci başlayaq fayldan. Faylın kontekst menyusunda cut'dı, copy'di, rename'di, share'di, delete'di. Bunlar hal-hazırda aktivdir. Bu heç. Ondan sonra gəldik open açır. Open with hansı proqramda açacağını təyin eləyir. Ondan sonra share with hansı proqramla ötürə biləcəyini təyin edir. Add favorite sevimlilər bölməsini əlavə edir. Compress çıxır, copy path yolunu kopyaları new yaradır. Bunlar onsuz da bizə məlum olan əmrlərdir. Properties xüsusiyyətlər pəncərəsini açır. Burada show more options var. Bu Windows 10-da əks olunan kontekst menyuya keçid etmək üçündür. Onun qısa yolu shift və mouse'un sağ düyməsidir. Buna keçid edəndə daha geniş formada əmrlər yer alır. Hansı ki edit, print kimi əmrlər. Bunlar da redaktə etmək və çap etmək üçün nəzərdə tutulan əmrlərdir. Sonra restore previous version, sonra save to əmrləri, bunlar create shortcut, bunlar da artıq əlavə əmrlər görə bilərsiniz. Sonra keçək qovluğun kontekst menyusuna. Qovluğun kontekst menyusunda isə fayldan fərqli olaraq hansı əmrləri görəcəksiniz. Məsələn, faylda share əmri var, qovluğun kontekst menyusunda bu yoxdur. Yenə eyni problemə gəldik. Ondan sonra faylın kontekst menyusunda open with əmri var, qovluğun kontekst menyusunda bu əmr yoxdur. Ondan başqa faylda edit və print əmri olur. Yəni, o da faylın tipindən asılı təbii ki, amma qovluqda ümumiyyətlə bu əmrlər heç vaxt olmur.
Bəs qovluqda olub fayda olmayan əmrlər hansılardır? Pin to quick access, pin to start. Ondan sonra başqa burada da əlavələr olmalıdır. Pin to quick access, include in library. Bunlar ise sırf qovluğun kontekst menüsündə var, amma faylın kontekst menüsündə yoxdur. Bu da belə. Sonra bununla bağlı dövlət qulluğuna sual düşmüşdü qəbulda. Sual belə idi. Belə bir şey vermişdi. Qovluqlarda kimi. Biri fayldır, sanırım. Biri qovluqdur. Ortada da kəsişmə hissəsinə sual qoymuşdu ki, sualın yerində nə ola bilər? Yəni o deməkdir ki, həm faylda, həm qovluğun kontekst menüsündə olan əmrləri istəyir. Əslində nömrələmiş deyəsən, belə bir. Hə. Məsələn, tutalım, faylda olub qovluqda olmayanlar birə aiddir. Tutalım, bunlar hansılardır? Editdir, new'dur, printdir, open with'dir, share'dir. Qovluqda olub faylda olmayan hansıdır? Mən quick access'dir, include in library'dir, sonra pin to start'dır. Bu tiplə əmrlər də qovluqda var, faylda yox. Ortaq olan əmrlər hansılardır? Set-dir, create shortcut kimi əmrlərdir ki, bunlar nədir? Hər ikisinin kontekst menüsündə olan ortaq əmrlərdir. Yəni, bu da belə uşaqlar. Sonra bir də qaldı shortcut'ın, yəni qısa yolun kontekst menüsü. Qısa yolun kontekst menüsündə əsas fərqlənən əmr Open File Location'dır. Bu ancaq qısa yolun kontekst menüsündə var. Çünki qısa yolun istinad etdiyi faylın yerini bilmədiyimiz üçün onun kontekst menüsündə belə bir əmr yaranır. Bu zaman həmin qısa yolun istinad etdiyi faylın olduğu yerə baxa bilirik birbaşa. Bu da bu məqsədlə istifadə edilir. Sonra gəldik Recycle Bin'e. Recycle Bin'in kontekst menüsündə nələr var? Deməli, Pin to Quick Access'e bərkidir. Empty boşaldır Recycle Bin'i. Pin to Start menüyə bərkidir. Create Shortcut qısa yoldur. Rename ad dəyişmə. Properties'dən biz Recycle Bin'in hansı diskdə yaradılacağını təyin edə bilirik. Sonra burada maraqlı əmrlərimiz var. Custom Size bölməsində Recycle Bin'də saxlanıla biləcək obyektlərin, faylların maksimal həcmini təyin edə bilərik. Ola bilər ki, burada don't move file to recycle bin əmri seçilsin. Sizcə bu zaman hansı əməliyyat baş verər? Faylları zibil qutusuna Fayl- açmağa qoyulur. Bəli, recycle Birbaşa. binə düşmədən silinməsini təmin edir. Bu da hansı düymə ilə olurdu həm də? Shift delete. Bəli, Shift shift delete-lə. delete'in bir növ, yəni analogu kimi baxa bilərsən. Sonra bir də belə bir əmr var. Display delete confirmation dialog. Bu nə üçündür? Normalda obyektləri siləndə fikir vermisinizmi? Bizə sual Dialoq verir. pəncərəsi gəlir Bəli. elə. Onu Bəli, basanda sual dialoq pəncərəsi gəlmir. Bu Yox, dialog fayl pəncərəsidir. bilmədən silir. Bu dialog pəncərəsi gəlir. Amma əgər biz buradan confirmation əmrini passivləşdirsək, Bu o zaman zaman gəlmir. məsələn obyekti siləndə birbaşa silinəcək sorulsuz sualsız. Bu da biraz risklidir aslında. Çünki ən azından sual verəndə bir dəfə də baxırıq görək düz şeymi seçmişik. Müəllimə, Bəli. mən çıxmalıyam, amma bir dənə sualım var. Olar sualımı verib Təbii ki. çıxsam? Hə, Emre. Müəllimə, DC PC-dir o bayaqkı. Onun içində olanlar date ilə Windows idi, 2 dənə. Bəs onun özü nə idi? Mən ora diqqətlə qulaq asa bilmədim. Siz PC ümumiyyətlə kompüterin xarici yaddaşına baxmaq üçün. Məsələn, Hı. məndə kompüterin xarici yaddaşı CVD disklərinə bölünür. Sonra bir də bulut yaddaşı əlavə etmişəm. O var. Bir də məsələn flash kart qoşsam, flash kartda da görünəcək. Həm əlavə hard disk qoşsam, hamısı burada görünəcək. Yəni kompüterə qoşulmuş və yaxud da kompüterin özünün xarici yaddaşına və onun məntiqi bölmələrinə baxmaq üçündür. Bildim müəllimə. Bir də bu kontekst menyular dedizə. Onlara mən fikrimi cəmləyə bilmirəm. Onlara rekord eləyəcəksən, baxa biləcəm sonra. Hə, rekord eləmişəm, eləyirəm hal-hazırda gedib ekran. Tamam, çox sağ olun müəllimə. Gecəniz xeyir. Belə qarşı. Yoxsa mən də yekunlaşdırmalıyam, mənim də onlayn dərsim başlayıb. Deməli uşaqlar, buradan iş masasının kontekst menüsü, iş masası deyəndə obyektlərin kontekst menüsündən də bu qədər. Bizdə başqa nələr qalır? Məsələn, qovluğun növləridir. 2 qrupa bölünür. Tutalım istifadəçi qovluqları, bir də xidməti qovluqları. Xidməti qovluqları da bölünür sistem qovluqları.
arxiv qovluqları, şəbəkə qovluqları. Bunlar üzdən oxumalı şeylərdir, amma mütləq oxuyun, yəni yola verilən şeylər deyil. Sonra standart proqramlardır. Mən hər dəfə uşaqlara sınaq işlədirəm və standart proqramlar mütləq mənə sual verir. Səbəb nədir? Öyrənməməyinizdir. Standart proqramlar kompüter əməliyyat sisteminə birgə quraşdırılan proqramlardır. Buna da start menüdən baxa bilərsən. Məsələn, Accessibility qovluğu var. Burada olan standart proqramlar. Ondan sonra bir də Tools qovluğu var idi. Windows Tools adında. Bir də onun içərisində olan qovluqlar var. Windows Tools. Burada daxil olan standart proqramlar var. Yəni bunların hamısını əzbərləmək lazımdır bunların. Hətta bəzilərinin funksiyalarında. Yəni kitabda nə qeyd edilibsə onu. Yəni Dövlət Qulluğunun özünün imtahanlarında da Windows 11-dən bağlı bu suallar düşür. Yəni düşür. Demək ki, sizə də düşə bilər. Ona görə də mütləq o standart proqramların adlarını öyrənmək lazımdır. Bir də Windows-dan bağlı yeniliklər var idi. Snap Group, Snap Layout rejimi. Snap Layout rejimi nədir? Məsələn, mən görürsüz aktiv pəncərələri ekranın sağ tərəfinə, sol tərəfinə bərkidirəm. Və yaxud da sağ yuxarı küncə, sol yuxarı küncə. Bu Snap Layout rejimidir. Yəni, eyni zamanda ekranda bir neçə pəncərə ilə eyni anda işləmə imkanı yaradır. Və bu zaman bu qruplaşdırdığım pəncərələr avtomatik tapşırıqlar panelində yadda saxlanılır. Buna da deyilir Snap Group. Yəni, Snap Layout vasitəsilə Snap Layout rejimində qruplaşdırılan pəncərələr tapşırıqlar panelində qrup halında ayrıca yadda saxlanılır. Buna da deyilir Snap Group rejimi. Sonra keçək Windows-un istifadə etdiyi dizayna. Windows Fluent Design anlayışı istifadə edir. Yəni, Fluent Design nədir? Məsələn, proqramlar görürsüz animasiya effekti ilə açılır. Animasiya effekti ilə bağlanır. Görürsüz, belə büküldü, açıldı. Animasiya effekti. Ondan sonra, məsələn, fikir verin, adicə mən task menecerə daxil oluram. Burada görürsüz, bənövşəyi alt tonlar var. Niyə? Çünki iş masasının rəngi ona uyğundur. Məsələn, mən başqa bir iş masasına keçid edəsəm, başqa rəng tonu var. Məsələn, göytü alt tonu. İndi burada task meneceri açıram. Bir dənə fikir verin, burada göy tonlardır. Bunun səbəbi nədir? Ümumiyyətlə, bu tək task menecer üçün deyil. Standart proqramların bir çox üçün keçərlidir. Bu proqramlarda olan rəng uyğunluğu iş masasında olan rənglə uyğunlaşdırılır. Buna Mika effekti deyilir, Fluent Design'a daxildir. Yəni, iş masasındakı rəng ilə proqramların fon rəngi arasında uyğunluğun yaradılmasına təmin edir. Bunu da biz əslində settingsdən tənzimləyə bilirik özümüz. Settings bölməsindən. Onun üçün background hissəsinə gələndə gün buradaydı. Transparency effekti var. Bunu xora getdi. Onu da. Hə, color bölməsindəydi. Color bölməsində transparency effektdən elə bil bu əmr aktivdir deyə avtomatik uyğunlaşdırılır. Fikir verin, məndə normalda biraz göy tonlarda görünür adi hal-hazırki pəncərədə. Amma pasiv olanda sadə ağ rəngə çevrilir. Yəni, bunlar hamısı Mika effekti hesab edilir. Bu da Mika Fluent'ə daxil olan bir dizayndır. Belə uşaqlar, dizaynla bağlı kiçik məlumatlarınız olsa kifayətdir. Bir də Windows-un texnologiyaları OLED, Drag and Drop, bir də Plug and Play texnologiyası. Deməli, Drag and Drop texnologiyası nə idi? Bayaq danışdığımız mübadilə buferindən istifadə etmədən yer dəyişmə, köçürülmə, qısa yolun yaradılması, yəni cut copy-dən istifadə etmədən. Bunlar Drag and Drop-dur. Sonra Plug and Play nədir? Bu sırf qurğu ilə bağlıdır. Zaten Plug and Play nə deməkdir? Qoş və oyna. Yəni, məsələn, mən mouse'u qoşur birbaşa istifadə edirəm. Digitizer qoşur birbaşa istifadə edirəm. Çünki əməliyyat sistemi tərəfindən bu qurğuların driveri avtomatik yüklənir. Buna da deyilir qurğuların sistem tərəfindən avtomatik tanınması. Bu da texnologiya
Legend Play'dir. Bir də OLED texnologiyası isə bir proqram mühiti daxilində başqa proqram istifadəsidir. Məsələn, biz bunu ofis proqramlarında daha çox görürük. Məsələn, yadınızdadır, mən Word-də diaqram əlavə etmək istəyəndə, diaqram Excel cədvəl əsasında qurulur, ümumiyyətlə cədvəl əsasında qurulur. Ona görə də Excel cədvəli ekrana çıxır, Excel proqramdan kiçik bir sahə ekrana çıxır. Yəni bu da OLED, yəni bir proqram mühiti daxilində başqa bir proqramın istifadə edilməsi və yaxud da obyektin digər proqramlarla birgə istifadə edilməsi texnologiyası. Belə. Sonra Control panel də settings kimi parametrləri tənzimləyə biləcəyin bir qovluqdur. Control paneldə də obyektlərin 3 dənə görünüş rejimi var. Kateqori, large icons, small icons. Ümumiyyətlə bu görünüş rejimlərində öyrənin nəyin görünüş rejimləri var? İş masasında olan obyektlərdə 3 dənədir. Large, medium, small. Ondan sonra File Explorer'də 8 dənə görünüş rejim var. Extra large, large, medium, small, list, details, styles, content. Sonra bir də Control paneldə görünüş rejimləri var. Bir də onları əzbərləyəcəksiniz. Control paneldə də 3 dənədir. Kateqori, large, bir də small. Yaxşı. Müəllimə, yeni iş masası əlavə etin kombinasiyası nə idi? Win Control D-dir. Yeni iş masası yaratmaq deyirsinizsə. Çox sağ olun. Siz də sağ olun. Uşaqlar, məcbur burada sonlandırmalı oluram, çünki öz onlayn dərsimə keçməli olacağam. Sağ olun. Oldu. Hələlik. Rekorda atacağım, təzən ehtiyac duysanız baxarsınız. Windows'u baxın, başdan ayağa yaxşı oxuyun. Testində işləmiş olardınız da, yəqin ki, demişdim ki, testində işlədiniz. Bəli. Tamam. Oldu. Gecəniz xeyrə qalsın. Bəziləriniz Sağ olun müəllim. Sağ olun müəllimə. Sağ olun. Sağ olun.